Salam uşaqlar, bu gün natural ədədlərin 4-cü mövzusu olan əkvivalent anlayışına baxacağıq. Keçək birinci suala. Birinci sualda bizə 630 ədədinin neçə müxtəlif sadə vurğu var deyə soruşur. 630-u sadə vurğulara ayırırıq. İlk öncə 2-dən daha çox 3-ə bölmə, daha çox rahat olduğuna görə 210 3-ə bölmədən başlayıram. 210-u da 3-ə böləndə 70, artıq 70-i 2-yə bölə bilərəm. Eləyir 35, 35-i 5-ə bölərəm və 7. Alaram ki, neçə müxtəlif sadə vurğu var bizdən soruşur. 1, 2, 3, 4, 5. Deyirik ki, 5 dənə sadə vurğu var. Sadə vurğu. Bəs bizdən müxtəliflər soruşsa hansılar götürəcəkdik? 3, 2, 5 və 7. 4 dənə də müxtəlif sadə vurğu var. Olur cavabımız A variantı. Üçüncü sualda bizdən əkov n 10 verir və cavabdan 10 çıxır. Mən demişdim ki, əgərləri əkov variantlarında böyük cavab, ümumi olaraq cavab çıxıbsa, deməli n elə bir qiymətdir ki, 10 həmin ifadəyə tam şəkildə bölünür. Yəni n ala bilər 1, 2, 5 və 10. Cavabımız eləyir A variantı. 5-ci sualda Vaqifin addımı ilə Sabirin addımları verilmişdir. Onların hər ikisi tam sayda addım atar. Baxın, burada yazıb ki, ən yaxın məsafədə. Ən kiçik məsafə, ən yaxın məsafə, ən qısa məsafə bu tipli məsələlərdə ancaq əkobun tapılmasından istifadə olunur. Uşaqlar, əkobu 2 qayda ilə tapa bilərsiniz. Sadə vurğuları ayıraraq tapmaq mümkündür. 22, sonra 12, 5, 5. Daha sonra isə 70-i ayıraram. 70-i 2-yə böləndə 35, 5-ə böləndə 7, 7. Aha, biz əkobda nə edirdik? Deməli, böyük variantı olduğu kimi yazırdıq və sonra çıxarışlarımızı eləyirdik. 5-lər də bir-birindən çıxır. Artıq 7 qalmışdı. Cavabımız da eləyir 560. Digər variantımız isə bu idi ki, 80 və 70 yazılmışdır. 80-i 8 vur 10, 7-ni isə 7 vur 10 şəklində yazanda 10 ortaq vuruqdur və ortaq vuruğu çıxardırıq mötərizənin xaricinə. Olur əkov 8 və 7. Biz bilirik ki, ardıcıl natural ədədlər nədir əkobu? Həmişə hasilinə bərabərdir. Onda 10 da qarşıdaydı və bunların da hasilini yazsam eləyəcək 560. Yəni bu qədər sadə. Sonra 7-ci sualda bizdə neçə müxtəlif sadə vuruq var soruşur. Bunu bir-birinə vurmayacaq, əksini açmaq lazımdır. 6-nı necə yazaram? 2 ilə 3 kimi. 8 uşaqlar 4 vurulsun 2 deməkdir. Amma sadə vurğularda demişəm ki, mürəkkəb ədəd olmaz. 2-ni də 4-ü də açırsınız 2 vurulsun 2 kimi. Və bu əlavə 2 də burada bununkisidir. 35 isə 5 vurulsun 7-dir. İndi hər birini gəl yazaq. 2 vur 3, vur 2, vur 2, vur 2 və 5 vur 7. Bizdən soruşur ki, neçə müxtəlif sadə vurğu var? Müxtəlif olduğuna görə nə edirdik? Müxtəlif olan variantları seçirdik. 2 var, 3 var, 5 var və 7 var. Cavabımız da eləyəcək 4 dənə D variantı. 9-cu sualda AB müxtəlif sadə ədədlər olarsa, əbub AB-ni tapın. Uşaqlar, müxtəlif sadə ədədlər, yəni sadə ədədlərin özləri, məsələn, 13 ilə 19, 17 ilə 23, baxın, bunların hər biri bir-biri ilə sadədir, ayrı-ayrılıqda. Və bir-biri ilə nədir? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərin əbubu nəyə bərabərdir? Onlardan deməli 1-ə bərabər idi də, çünki ortaqlarına bərabər idi. 1 vurulsun 13 bu idi, 19 nə idi? 1 vurulsun 19. Ortaqları əbub götürülürdü. Yəni burada da cavabımız 1 eləyəcək. 11-ci sualda isə əkobun bizdən soruşur. Qarşılıqlı sadə ədədlərin əkobu nəyə bərabər idi? Onların hasilinə. 13-cü sualda deməli A ədədi B ədədinin bölənidir. Yəni biz keçmişdik ki, bu bölünən idi. Bu isə bölən idi. Deyir ki, A B-nin bölənidir. Yəni bölünən böyük olmalıdır böləndən. Buna 5 deyin, buna 10 deyir fikrinizdə. Gətirib qoyuram yerinə. Əkob A-nın yerinə 5 qoyun, B-nin yerinə 10 qoyun. Əbub A-nın yerinə 5 qoyun, B-nin yerinə 10 qoyun. Deməli, əkobdan 10 ilə 5-dən nə çıxırdı? Böyüyü çıxırdı da, düzdür. Əbubdan isə kiçiyi çıxırdı. Çünki 15-i tam şəkildə bölünür. Ona görə də cavab nə çıxırdı? 10 minus 5. Onun qiyməti nədir? B. A-nın da qiyməti 5-dir. Cavab çıxır B minus A, B variantı.
15-ci sualda 5, 6 və 7-yə böldükdə qalıqda 2 alınan ən kiçik çoxluğun nöqtə ədədlərinin cəmini tapın. Uşaqlar, bunu tapmaq üçün ən kiçiyin yenə də bizdən soruşduğuna görə bu ifadələrin gəlin əkobunu tapaq. Əkob 5 bərabərdir. 3 dənə ədədin əkobunu tapanda ilk ikisini tapırsınız. Deməli, əkob 5-lə 6 bizə nə verir? Qarşılıqlı sadə ədədlərdir. Bunların hasili verir 30. Sonra isə əkob 30 ilə 7-ni tapıram. Bərabərdir. 30 ilə 7 də yəni bir-birinə qarşılıqlı sadədir. Buradan çıxır 210. Qalıqda 2 alınır. Deməli, 210 ədədi 210 ədədi 5-ə bölünür, 6-ya bölünür və 7-yə tam şəkildə bölünür. Yəni, nəyə görə? Sonu sıfırla bitibsə 5-ə bölünür. 6-ya bölünmə necə idi? 2-yə və 3-ə bölünsün. 210 3-ə bölünür, cəmləyəndə bölünür. 2-yə də bölünür, sonu sıfırla bitib. 7-yə bölünür. 21 təbii ki, 7 vur 3-dürsə, 210 da 70 vurulsun 3 yaza bilərsiniz. 7 vurulsun 30 yaza bilərsiniz. Yəni 7 var onun tərkibində 210-un. Ona görə hər birinə bölünür. Tam şəkildə bölünürsə, amma qalıqda 2 qalarsa, onda həmin qalığı neyinirdik? Üzərinə gəlirdik də, bölünərdi. Cavab nə çıxır? 212. Və bunları toplayanda deyir, rəqəmlərini topla. Nə eləyir? 5. Bir variant. 17-ci sualda əşovun tapılmasıdır. Normal qayda ilə sadə vurğulara ayıraram. 5 dəfə bölərəm 5-ə. İçərisinə 2 dəfə yerləşər. 3 dəfə gedəndə 35, 5, 7, 7, 210. 210 3-cə 3-ə bölsəm 70, 2-yə bölsəm 35, 7-yə bölsəm 5, 5. Aha, tamam. Bu da belə. Bizdən birinci bunların əkobunu, sonra isə əbobunu soruşur. Əkob tapılanda nə edirdi? Böyük cavab yazılırdı və oxşarlar çıxırdı. Yerdə qalana vurulurdu. Digər variantda bu bizdə əkobun cavabıdır. Hələ vurmuram. Sonra əbobda nə edirdi? Həmin bu çıxardıqlarımız var. Bununla bu və 5 ilə 7. Ortaqlar sadəcə tapılırdı. 5-i də 7-yə vurdu. Gətirib yazıram yerinə. Deməli, əkobda qiymət nədir? 210 vurulsun 5. Aşağıda nə oldu? 7 vurulsun 5. 5-lər bir-birlərindən gedəcəklər. 210 da 7-yə böləndə 210 nədir? 7 vurulsun 30-dur da. 7 ilə 7 gedəndə cavab qalır 30. C variant. 19-cu sualda A natural ədədinin 5 sadə vurğu var deyir. A natural ədədi tutaq ki, x vurulsun, x vurulsun, x vurulsun, x vurulsun, x kimi yazıram. B natural ədədini isə 9 dənə y-in hansı şəklində yazmaq lazımdır ki, görək nə qədər eləyəcək. Aha, baxın uşaqlar, deyir ki, A-nı B-yə vuranda. A-nı B-yə vurduğumuz zaman bunların hər birinin sadə vurğuları bir-birinə vurulacaq. Burada neçə dənə sadə vurğu var? 5 dənə, düzdür? 5 dənə buradadır və 9 dənə də buradadır. Sayında necə sayırıq? Bir-bir sayırıq da. 1 dənə, 2 dənə, 3 dənə. Deməli, 5 dənə, 6-cı, 7-ci, 8-ci, 9 dənə də buradadır. Yəni, 5 plus 9 dənə, 14 dənə sadə vurğu var. 21-ci sualda 123 və 82 qız idman yarışlarında tərkibində eyni olan komandalar iştirak edib. Eyni olan komanda deyirsə, birinci mütləq şəkildə sadə vurğulara ayıraq görək ki, bunların eyni komandaları nəymiş? Görürsünüz ki, 41 burada qaldı artıq. Sonra 82-ni də 2-yə bölsəm, 41 yenə də görürsünüz, artıq komandaların sayı müəyyən olundu ki, bütün deməli, eyni olan komanda kimləri imiş? 41 ilə olan. Baxırsınız, 41 və 41. Bu oğlanların sayıdır. Oğlanların sayı komandanın sayına böləndə, baxın, 123-ü 41-ə böləndə yerdə neçə dənə oğlan qalır? 3 dənə və 82-ni komanda sayına böləndə yerdə nə qədər qız qalır? 2 dənə qız qalır. 3 dənə oğlan. D variantı. 23-cü sualda, həmişə məxrəclər gördüksə, sürətləri eyni olan məxrəclər görülürsə, onların yeniləri, məxrəclərin əkobunu, elin ən kiçik qiymətini bizdən soruşur. Ən kiçik qiymət əkobdur. 6, 8, 9. Deməli,
Ətraf 6, 8. Uşaqlar, bu cür də yaza bilərsiniz. 2-yə bölünsün, 3 bölünsün, 8, 2, sonra 4, 2, 2 bu şəkildə də yazmaq olar. Hansı ki, ətrafı tapanda nə edirdik? Böyüyü yazırdıq və oxşarları bir-birindən çıxırdıq. Yerdə qalırdı 3, vurulsun 3 eləyir 24. Sonra biz bu hissəni tapdıq. 9 ilə qalıb axı. Yəni 9 ilə də yazaq. Deməli, ətraf 24, 9 bərabərdir. Yenə 24 ayırarsınız. 2, 3, 3. 9 isə 3-ə böləndə 3 qalır. Ətraf deməli yenə də 24 yazacaqsınız, vurulsun. Oxşarlar olan bir-birinə gedəcək, əlavə olaraq 3 qalacaq. 3-ü 4-ə vuranda 12, 3 kimi 6, o da 1, 72. Bizdə ətraf 72 çıxır və ən kiçik qiymətli rəqəmlərin cəmini bizdən soruşur. Təbii ki, 7-nin də üstünə 2 gələndə cavab eləyir 9 B variantı. 25-ci sualda bizə məsələdir. Avtobusdan deməli dəqiqələr verilmişdir. Baxın, burada deyir ki, hansı ən qısa müddət? Ən qısa müddət, ən kiçik məsafə, ən kiçik qiymət. Bu kimi suallarda yenə də ətrafdan istifadə olunur. Deməli, ətrafla 30 və 40-ı tapacaqsınız. Deməli, yenə də 2-yə 15, 5-ə 3, 3, sonra 40-a 2, 20-yə 2, 10-a 2, 5-ə 5. Aha, ətrafdan eynirdi. Böyük cavabı yazırdıq və oxşarları kənarlaşdırırdıq. Qalır yerdən 3 eləyir 120. Tamam, bu da belə. Cavabımız Y variantı. Sonra 27-ci sualda bizə deməli biz bilməliyik ki, əbobun düsturunu. Əbob AB nəyə bərabərdir? Kökün altında A vurulsun B bölünsün C düsturu ilə hesablanır. Bizə A vurulsun B bölünsün C-nin qiymətini verib. Gətirib bu kökün altında 256-nı qoyuram yerinə. 256-dan da çıxır 16. Cavab deyil A variantı. 29-cu sualda ədədlərin hasili verilib. A vurulsun B. Deməli, 120 min verir. Və ortaq olmayan sadə qrupların hasili C-ni verib 20. Ətrafı soruşur bizdən. Ətraf AB-nin düsturu nəyə bərabər idi? Kökün altında A vurulsun B vurulsun C-yə. A vurulsun B və vurulsun C-ni verib bərabərdir. Kökün altında 1000 vurulsun 20 bərabərdir. 32-ni 2-yə vuran neçə eləyir? 64. 64 vurulsun neçədə nə sıfır var? Təbii ki, 10.000 bərabərdir. 64-dən kökdən nə çıxır? 8. 10.000-dən nə çıxır? Elə bil bu 100 vurulsun 100 deməkdir də. 100-ün kvadrasından da 100 çıxır. Cavab deyir 800. 31-ci sualda, uşaqlar, 31-ci sualda addımlar verilmişdir. 72 və 64 santimetr. Üst-üstə düşmə ehtimalını bizdən soruşur. Üst-üstə düşmə ehtimalı, yəni məsafələrin ən kiçik olmasıdır. Birinci baxaq görək. Qızla oğlanın ən yaxın məsafəsi nədir? 72, 64. Bərabərdir. Yenə də 72-ni sadə qruplara ayıracaqsınız. 64-ü ayıranda 2-yə böləndə 32, 2-yə 16, 2-yə 8, 2-yə 4 və 2-yə 2. Aha. Ətrafda nə edirdik? Böyük cavabı yazırdıq. Sonra ortaqları kənarlaşdırırdıq. 33-cü sualda bizdə təkliflərdən hansı doğrudur soruşur. Birinci sualda deyir, rəqəmlərinin cəmi 3-ə bölünən natural ədədlər 3-ə bölünür. Bəli, belə bir qayda keçmişik. Bu doğrudur. İkinci sualda qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni onların hasilinə bərabərdir. Uşaqlar, əbobda əbob AB-nin qarşılıqlı sadə ədədləri hər zaman 1-ə bərabər olur. Hasili əkobu verir bizə. 2 doğru deyil. 2 sadə ədədin hasili mürəkkəb ədəddir. 2 dənə sadə ədəd götürün, 2 ilə 3 götürün. Təbii ki, mürəkkəb ədəd alınacaq. 3 doğrudur. Dördüncücü isə deyir ki, 2 ədədin ən böyük ortaq böləni. Baxın, əbob. 2 dənə ədədin ən böyük ortaq böləni əbobu. Həmin ədədlərin ortaq böləninə tam bölünür. Bunların ortaq böləni, məsələn, bu deməkdir. Əbob tutalım ki, 6 ilə 12-dir. 6 ilə 12, 1 vur 6 budur, 2 vur 6 budur. Ortaq vurub, bax budur. Ortaq bölən daha doğrusu 6-dır da. Yəni 6-nı 6-ya bölmək olur, 12-ni 6-ya bölmək olur.
Deməli cavab çıxır 6. Bu da demək istəyir ki, həmin bu 6 ilə 12 var. Bu 6-ya tam şəkildə bölünür. Bəli, bu doğru deyir. 3, 4 də doğrudur. Cavab çıxır. Deməli 1, 3, 4. A variantı. 35-ci sualda bizdə əbobu vermişdir. Əkobuz variantını soruşur. Uşaqlar, başlayırıq yenə də ortaq vuruq ayırmağa. Baxın, 8n kvadratı, n kvadrat nə deməkdir? N vurulsun n deməkdir, düzdür? Yazıram 8n vurulsun n kimi. Plus 6 vurulsun n. Aha, sonra 8 vurulsun n vurulsun n, üstə gəlsin 10 vurulsun n. Mən bunu deməli ayırıram ki, axırda görəcək ki, həqiqətən də ortaq vuruqlar şəklində çıxartmaq mümkün olur. Tamam, indi görək nə ortaq kimi çıxır. Bax, burada n var, burada n var, burada n var, burada n var. Hər birində n var. Hər birindən n-i çıxardıram xaricə. N 8n plus deməli 6 burada qalır. Digərində nə qalır? N-i çıxardanda 8n plus 10 qalır. Bu da aydın oldu. Deməli 20-yə bərabərdir. N ortaq vuruq kimi çıxıb əbobun qarşısına. Əbob 8n plus 6 ilə qalır 8n plus 10. Tamam, indi bu şəkildə həll etdik. Amma yenə də diqqətli olaq. 8 nə deməkdir? 4 vurulsun 2. 6 nə deməkdir? 3 vurulsun 2. Yenə də 4 vurulsun 2, 3 vurulsun 2 vurulsun 5 artıq. Buradan da başlamalıyıq artıq rəqəmlərin oxşarlarını çıxartmağa. Görürsünüz, burada 2 ilə 2 var. Digər tərəfdə də yenə də 2-lər dayanır. İndi orta vuruq kimi 2 başlayacaq çıxmağa. Əbob, baxın, birincidən ikincini çıxarda nə qalır? 2-ni çıxartdım, 4 qalıb da 4n plus. Deməli, 2-ni çıxartmışam, 3 qalıb. Digər tərəfdən də 2-ni çıxardanda 4 qalıb və 4n yanında üstünə gələnsin 5 qalıb. Tamam, bu da getdi bərabərdir 20-yə. 2 indi hər birində ortaq vuruq olduğuna görə, ona görə bunlardan 2 ilə çıxardıram. Alınır 2 vurulsun n, bu daxildə qalır 4n plus 3 nə? 4n plus 5. Bunlar da yerlərinə ədəd qoysanız görərsiniz ki, n-in yerinə bir qoyun yoxlayasınız ki, hər biri deməli ardıcıl şəkildə tək ədədlərdir. Bunların əbobu da həmişə nəyə bərabər olur? 1-ə. Onda 2 vurulsun n plus vurulsun 1 bərabərdir 20 olarsa, 2n bərabərdir 20 olar və buradan da n nəyə bərabərdir? 20 bölünsün 2-yə. Bu da bizə verəcək 10-u. İndi artıq onun n-in qiymətini tapdım. Bizdən əkobun qiymətini soruşur. Yarıda saxlamayaq. Deməli, onun kvadratı plus 10, onun kvadratı plus 3 vurulsun 10. Bu da nəyə bərabər olur? Çox. Onun kvadratı nədir? 100. 100-ün üstünə 10, 110. 100 bu eləyir, 30 da bu eləyir. Eləyir 130. Burada da uşaqlar 11 vurulsun 10 bu deməkdir. 13 vurulsun 10 bu deməkdir. Ortaqlar 10-dur. Yenə 10 çıxır mötərizənin xaricinə olur əkov 11 ilə 13. Tamam, burada belə aydın oldu. Əkub 11 ilə 13 bir-birinə qarşılıqlı sadə ədədlərdir. Onda nədir? Onların cavab hasili kimi çıxacaq. Eləyəcək 13-ü də 11-ə vuranda 1430 eləməlidir. 1, 3-ü, deməli 3, 1 birim 1 və 13. Eləyir nə? 143, bəli, 143-ü də 10-a vuranda eləyəcək 1430. C variantı. 37-ci sualda A və B nöqtə ədədləri üçün A-nın qiymətini verir. A-nın qiymətini veribsə, elə birbaşa gətirib qoyaq yerinə, əkobda yerinə. A-nın yerinə yazıram 3 vurulsun B. Digəri də B-də. Yəni B nə deməkdir? 1 vurulsun B. Bu şəkildə yazım ki, aydın şəkildə görünür ortağı. Baxın, B buradadır, B buradadır. Ortaq vuruq kimdir? B. Çıxartdım kənara. Qaldı nə? Əkub 3 ilə 1. Əkub 3 ilə 1 nə deməkdir? Qarşılıqlı sadə ədədlər nəyə bərabərdir? Hasilinə 1 vurulsun 3-ə. B vurulsun 1 vurulsun 3 bərabərdir 21. Buradan çıxır 3B bərabərdir 21. Və B nə çıxır? 21-i 3-ə böləndə eləyir 7. Tamam. B-nin qiymətini mən tapdım. A nəyə bərabər idi? Demişdi də 3B-yə bərabərdir. Yatırıb B-nin qiymətini yerinə qoyanda alıram ki, A 21 imiş. Və A plus B-ni bizdən soruşduğu zaman 21 üstə gəlsin 7. Bu da bizdə 28 cavabını vermiş olur. 39-cu sualda yenə də əbob AB-nin 6 qiymətini verib A vurulsun B-nin
180'e bərabər olduğunu deyir. A plus B-nin qiymətini bizdən soruşur. Bu biraz çətin məsələdir. Ə, düşünmək lazımdır. Deməli uşaqlar, mən normal qaydada izah eləyirəm və yenidən gətirib həmin qaydanı bura tətbiq etmək lazımdır. Məsələn, Əbu tutalım ki 12 ilə 18. 12 ilə 18 bu nə deməkdir? 6 vurulsun 2 bu deməkdir. 6 vurulsun 3 bu deməkdir. Düzdürmü? Tamam. 6 vurulsun 2 və 6 vurulsun 3. Cavab nə çıxırdı? 6 deyirdi ortaq vuruqdur. 6 çıxırdı mötərizənin xaricinə. Yerdə qalırdı əbub 2 ilə 3. Baxın, qarşılıqlı sadə ədədlər qaldı yerdə. Orada da 1 verirdi. 6-nı da 1-ə vuranda eləyirdi 6. Cavab yəni 6 çıxırdı. Bu nə deməkdir? Gətirib bura yerinə qoyanda deməli deyə bilərəm ki, buradakı ədədlər 6-nın vurğularından əmələ gəlib. Bax, 12 6-nın vurğundan əmələ gəlib. 18 6-nın vurğundan əmələ gəlib. Bunu məsələn yazmışam da. Yəni burada 4 də ola bilər. 6 vurulsun 6-dan da vurğundan əmələ gələ bilər. Fərqli vurğulardan əmələ gələ bilərsə, onda 6 vurulsun K, 6 vurulsun M şəklində yazırıq ki, bilmirik də bu 2-yə vurulub, 3-ə vurulub, 5-ə vurulub. Amma bilirik ki, 6-ya vurulub. Bu şəkildə yazırsan. Deməli, mən A-nın qiymətini tapdım ki, 6K-dır. 6 vurulsun K. B-nin qiyməti də 6 vurulsun M-dir. Gətirib burada yerinə qoyuram. 6 vurulsun K vurulsun 6 vurulsun M bərabərdir 180-ə. Uşaqlar 6, 6 rəqəmləri bir-birinə vuracaqsınız, hərfləri də bir-birinə. 180'e. İndi buradan K vurulsun M nəyə bərabərdir? Tənasübə görə 180-i 36-ya böləcəksiniz. Bu da bizə 5 dəfə düşür. K ilə M-in hasili 5-dir. Və K ilə M həmişə natural ədədlər olmalıdır. Heç bir zaman tam, kəsir ola bilməz. Natural ədədlərdirsə, onda bu ya 1 ya bu 5-dir, ya da 5 ya da 1-dir də. Ayrı bir variantda nəysə nəyə vuranda 5 cavabını alırıq? Xeyr. Ona görə də deyirik ki, bizdən nə soruşurdu? Deyirdi ki, A plus B-nin cəmini tap. Yəni fərqi yoxdur. Bunu da seçə bilərsiniz cavab olaraq. Aşağıdakını da seçə bilərsiniz. Onda A-nın qiyməti nə idi? 6K. 6K idi. K-nın qiyməti tutalım ki, 1 ilə gedirəm. 1 olanda cavab nə edir A-da? B, bəs 6 M idi. M-in cavabını 5 götürsəm 30. A plus B-nin də qiyməti nə çıxır? 30 üstə gəlinsin 6 eləyir 36. Cavabımız da nə çıxır? 39-da cavab çıxır 36. 41-ci sualda yenə də ortaq vuruq mötərizə xaricinə çıxarmalıdır. Əgər orada n kvadrat gördünüzsə, həmişə yadınızda saxlayın ki, burada n vurulsun n şəklində yazıb mötərizənin xaricinə çıxartmaq lazımdır. Plus 9, 5-dir. Aha, bizim əsas işimiz buraylandı. Deməli, yenə də yazıram. Əbu n kvadratını bu şəkildə yazacağım. 2n vurulsun n plus n və 2n vurulsun n plus 3 vurulsun n bərabərdir n kvadrat deməli minus 5n plus 9-a. Uşaqlar baxın, burada yenə də n ortaq vuruqdurmu? 1 vurulsun n-dir də bu. Sonra n-i buradan çıxartdım. Qalır əbu. N-i çıxardanda 2n plus 1 burada qalır və digərində nə çıxır? N-i çıxardanda 2n plus 3 də burada qalır. Bərabərdir n kvadrat minus 5n plus 9-a. İndi uşaqlar, n hər birində ortaq vuruqdur. Çıxardıram mötərizənin xaricinə. Olur əbod. N. N çıxdı da 2n plus 1 ilə 2n plus 3 qaldı yerdə. Bərabərdir n kvadrat minus 5n plus 9. Bu bizə nəyə xatırladır? Ardıcıl tək ədədləri. Ardıcıl tək ədədlər, əgər tam ki bilmirsiniz ardıcıl tək ədədlərdir, onda n yerinə 1 qoyub yoxlaya bilərsiniz. Həqiqətən də birində 3 alınacaq, birində də 5. 3, 5 ardıcıl sadə və tək ədədlərdir. Ona görə də əbubu 1-ə bərabərdir. N vurulsun 1 bərabərdir. Alıram n kvadrat minus 5n plus 9. Sonra neyinirsiniz? Həmin haradakı kiçik ifadə var, böyük ifadə olan tərəfə keçirdin. Yəni bir var sol tərəfə, sağ tərəfə keçirdəsiniz. Var bu hissəni bura keçirəsiniz. Onda neyinirsiniz? Alınır ki, n kvadrat minus 5n, n burada plus idi. Keçirdim sol tərəfə oldu minus n. Plus 9 olduğu üçün qaldı. Və burada heç nə qalmadığına görə nədir? Burada 0 qalıb da.
İndi belə bu şəkildə yaza bilərəm. -6n plus 9 bərabərdir 0-a. Bir çox ədlərin vurğulara ayrılması müxtəsər vurma düsturlarını tətbiq edildiyimiz zaman bunu biləcəyik artıq nədir. n-3 mötərizənin kvadratıdır bu. Orada burada əgər nəyinsə kvadratı sıfırdırsa, onda onun daxili də elə sıfırıymış. Yəni n 3 qiymətində ə, deməli bu ifadənin qiyməti sıfıra bərabərdir. Olacaq nə? Əkov 3 plus 2, 3 plus 5. Bu da nəyə bərabərdir? Əkov 5 ilə 8-ə. Əkov 5 ilə 8 bir-birinə qarşılıqlı sədə edillərdir. Nə olmalıdır? Hasili 5 vurulsun 8, bu da eləyəcək bizdə 40. 43-cü sualda 2 ardıcıl cüt ədədin əkov və əbobunun cəmi 222-dir. Birinci ardıcıl cüt ədədimiz nədir? 2. İkinci ardıcıl nə olacaq? 2n plus 2. Biz bunu keçmişik. Əkov gətirib qoyaq yerinə 2n, 2n plus 2 və deyir ki, cəmi əbob 2n, 2n plus 2 bərabərdir nəyə? 400, 222. Bizə 43-ə baxanda 222-ci vermişdir. Yaxşı uşaqlar, 2n-dir, 2n plus 2-dir. Burada 2 vurulsun n budur. Burada da 2 vurulsun n vurulsun. Bu 2 vurulsun 1 deməkdir də. 2 burada ortaqdır. 2-ni çıxardanda nə qalır? N plus 1. Eyni qayda ilə bu birisində də 2 vurulsun n budur. Burada da 2-ni çıxardanda n plus 1 qalır. İndi bunlarda da ortaq nədir? 2. Burada da ortaqlar 2-dir. 2-ni çıxardıram kənara. Əkov 2-ni çıxardanda nə qalır? N plus 1. Üstə gəlinsin. Əbobdan da 2-ni çıxardanda n və n plus 1 qalıb. Bərabərdir. Sonra 2-ni gəlib keçirdirəm qarşıya. 2 əkov n plus 1 və üstə gəlinsin 2 əbob n plus 1. Tamam. İndi n plus 1 nə idi bizdə? Ardıcıl natural ədədlər. Ardıcıl natural ədədlər bir-birinə qarşılıqlı sadə ədədlər idi. Məsələn, 5-nin 6. Onda nə idi? Əkobları onların hasilinə bərabər idi. 2 vurulsun, n vurulsun, n plus 1. Yaxşı. Bəs əbobu nə idi? Təbii ki, 1-ə bərabər idi. Üstə gəlinsin 2 qalır. 2 vurulsun 1 bərabərdir. Nə verib? 222-yə. İndi buradan nə edirsiniz? Bunlar başlamasız bir-bir vurulsun. Sadələşdirək. N plus 1. Üstə gələnsin 2 alınıb da, düzdür. 2-ni 1-ə vuranda 2 eləyir. 2-ni keçirsəm sağ tərəfə nə alınır? 222-dən çıxacaqsınız ki, qalacaq 220. Yaxşı. 220 qalıb. Onda n vurulsun n plus 1 nəyə bərabərdir? 2 keçən məxrəcə qalar 110. İndi fikirləşək. 110-un ən sadə ayrılışı nədir? 11 vurulsun 10 kimi. 11 nə deməkdir? 10 plus 1. Deməli, n-in yerində 10 imiş ki, biri 11 olub, biri də 10 olub. Onu da vurub 11-i alıb 110. Vəssalam. Yəni, yerinə qiymət qoymaqla həll eləmək mümkündür. Burada bizə deyir ki, onlardan ən kiçiyini tapın. Təbii ki, ən kiçiyi nə idi? 2 ardıcıl cüt ədədlə ən kiçiyi nə idi? 2n idi. 2n idi, yeni gətirib qoyursunuz yerinə. Cavab deyilir 20. 45-ci sualda 45-ci sual belə bir ifadədir ki, 3 bölünsün 4. Yəni, bu deməkdir ki, AB hasili hər hansısa bir nisbətdən əmələ gəlir. Bunu tənasıb mövzusunda daha çox şəkildə keçəcək. Bu nə deməkdir? Məsələn, 12 tutalım ki, 16. Tutalım, 12 ilə 16-nı bir-birinə ixtisara aparıblar. Bax, 12 nə deməkdir? 3 vurulsun 4. 16 nə deməkdir? 4 vurulsun 4. Bax, 4 ilə 4 gedib qalıb 4-də 100. Yəni, buradan kəsir buna bərabərdir. Sonra ayrı bir kəsir yazıram. 24-də 18. Uşaqlar, yenə də 18 nə deməkdir? 3 vurulsun 6. 24-də 4 vurulsun 6. 6-lar gedib baxın, qalıb 4-də 100. Nə demək istəyirəm? Demək istəyirəm ki, heç zaman A-nın qiymətini təkcə 3 və B-nin qiymətini 4 götürmək olmaz. Çünki nə oldu? 12 ola bilərdi, 18 ola bilərdi. Buna görə neyinirsən? 12, 18 onda neyinir? Müəyyən bir ədədə vurulub da. 4-ə burada vurulmuşdu, 6-ya burada vurulmuşdu. Yəni, bilmirsən burada nəyə vurulub. Ona görə buna bir K deyirsən. Yəni, ikisi də müəyyən bir qaydasına vurulub. Sürət nəyə vurulursa,
Məxrəcdə ona vurulmalıdır. Diqqətli olaq. Hər birinin yanında k-nı əlavə eləmək lazımdır ki, görəsən buradan əmələ gəlmişdi, yoxsa buradan əmələ gəlmişdi. Tamam, bunu bildikdən sonra düsturda gətirib yerlərinə qoyacaqsınız. Əkub AB. A-nın yerinə qoyuram 3K, B-nin yerinə qoyuram 4K. Üstə gəlinsin. EBOB. A-nın yerinə qoyuram 3K, B-nin yerinə qoyuram 4K. Bərabərdir 104 verib bizə. Uşaqlar 3 vurulsun K, 4 vurulsun K. Ortaq kimdir? K. Hər birində ortaq K-dır da. Çünki aralarında vurma əməli var. Əkub. K-nı çıxardanda kənara nə qalır? 3 ilə 4. Aha, bu belə getdi. Sonra EBOB. K-nı çıxardanda mötərizənin xaricinə nə qalır? 3 ilə 4. Tamam, bu da belə getdi. Bərabərdir 104-ə. İndi burada K vurulsundu, burada da K vurulsundu. Hər birində K ortaq vuruldu mu? Aha. Kənara çıxardanda nə qalır? Ümumi K-nı gəlin birinci əkobun qarşısına çıxardaq. Bu şəkildə yazaq. 3-4 yazıram. Plus. Ve K-nı çıxardanda EBOB 3-4 bərabərdir 104 almışam. EBOB 3-4-dən nə çıxır? Ardıcıldılar. 1. Əkobdan nə çıxır? Onların hasili. Nə eləyir? 12K plus K bərabərdir 104-ə. Buradan çıxır ki, 13K bərabərdir 104. İlə ilk halıma gələn ədəd hansı olacaq? Nə? 3-ə vuranda son 8 nə bitir? 4 nə bitir? Yəqin ki, 8 imiş ki, 3-ə vuranda sonu 4 nə bitir? K-nın qiymətini tapdım. Bizdən soruşur ki, B minus A-nı tap. Hələ ifadəmiz qurtarmayıb. Deməli, cavabımızda nə olacaq? A-nın qiyməti 3 vurulsun 8, 24. B isə olur 4 vurulsun 8, 32. Bizə deyir B minus A-nı tap, 32-dən çıxırsınız 24-ü. Cavabımız da nə eləyəcək? Yenə də 8. 47-ci sualda bizə sadə vurğuların sayını tapın soruşur. Uşaqlar, bu tip məsələlərin diqqətlə kvadrata qaldırmırsınız, sadəcə sadələşdirmə aparırsınız. 57 19 vurulsun 3 deməkdir. 38 isə 19 vurulsun 2 deməkdir. Bunları biləndən sonra hər birini öz yerində yazıram. Yəni kvadratına dəyməmək şəkli ilə hər birini ayrı-ayrı yazdım. Bərabərdir. İndi biz həqiqət ədəd mövzusuna keçəcəyik. Mötərizənin daxilində hər iki ədəd bir-birinə vurulur. Ümumi mötərizənin xaricində qüvvət yazılırsa, onda bu mötərizəni açanda qüvvət hər bir hasilin üzərində yazılacaq. Hər bir hasilə tətbiq olunur. Sonra toplam eləməli, keçirəm digərinə. 19-un kvadratı vurulsun 2-nin kvadratı. Vəssalam. İndi burada ortaqlar 19-un kvadratıdırmı hər iki vurubda? Çıxarda bilərəm mötərizənin xaricinə. Qalar yerdə 3-ün kvadratı plus 2-nin kvadratı bərabərdir. Qalır 19-un kvadratında 3-ün kvadratı nə eləyir? 9, 2-nin kvadratı 4. Toplayanda nə eləyir? 13. Yəni 19 vurulsun 13 qalır. İndi 19 vurulsun 13 qalır. Bizdən də soruşur ki, sadə vurğuların sayını tapın. 13-dən neçədə nədir? 1 dənə. Sadə vurğuların bu şəkildə sayı necə tapılırdı? Qüvvətlər toplanırdı. 2-nin üstünə 1 gəlirəm. Neçə eləyir? 3. Cavab da eləyir 3. 49-da A və B natural ədədlərdir. Yaxşı, 79 olarsa AB hasilini ardıcıl natural ədədlərdir. Aha, A-ya n deyək, B-yə nə deyək? N plus 1. Çünki deyir ki, ardıcıl natural ədədlər. Gətirib qoyuram yerinə. Əkub n plus 1. Çıxılsın 5 əbob n plus 1 bərabərdir 79 variantını almışam. İndi ardıcıl natural ədədlərin əkobu nə ilə onların hasili? 2 vurulsun, n vurulsun, n plus 1. Çıxılsın. Əbobu nə idi? 1-ə bərabər idi. 5 vurulsun 1 bərabərdir 79. Alıram ki 2 vurulsun n, vurulsun n plus 1. Minus 5 idi, keçir tərəfə olur 79 plus 5. Neçə alınır? 84. Hər tərəfi bölürəm 2-yə. Yəni 2 keçir məxrəcə, daha doğrusu belə deyək. Eləyir nə? 42. 42 alınıb. Hansı ədədlərin hasili, ardıcıl hasili 42-dir? Fikirləşirəm ki 6 vur 7. Deməli, n-in yerində nə dayanmışdı? 6. N-in yerində 6 dayanıbsa, bizdən nəyi soruşurdu? AB hasilini tap. A-nın qiyməti deməli 6-dır, B-nin də qiyməti 7-dir. A-nı da B-yə vuranda 6-nı 7-yə vurasınız. Yəni elə cavabı almış olmuşsunuz.
51-ci sualda bizə A bölünsün B bərabərdir 3 bölünsün 4 verib. Yenə də eyni qayda ilə bunu bu şəkildə yazmaq olar da bölmə əməlini kəsr şəklində də yazmaq mümkündür. Yəni də A-ya 3K deyəcəksiniz, B-yə 4K deyəcəksiniz. Bayaqki məsələ kimi gətirib qoyasınız yerinə əkop 3K 4K və çıxılsın əbob 3K 4K. Bu da bizdə bərabərdir 88 yazıbdır. Eyni qayda ilə əkobda K çıxacaq, qalacaq əkob 3 ilə 4. Yəni də 3 ilə 4 hasil kimi verəcək. K çıxacaq, əbobda isə 3 ilə 4 nə verir? 1 kimi. 88. Buradan 1 alınır. Buradan isə 3 vur 4, yəni 12. Baxın, eyni məsələdir. K bərabərdir 88. Ha, bizdə burada minusdur. Baxın, minus. Minus yazmışam. Burada plus yazmışam. 12K minus K eləyir 11K. 11K K'da nə çıxır? 8. K'mız 8-dirsə A-nın qiyməti 24-dür. B-nin də qiyməti 32-dir. A-dan da B'dən də A-nın üstünə cəmləyəndə nə eləyir? 6, 56. 53-cü sualda bizə n-in yerinə 2m qoymağı tələb edir. Gətirib qoyaq. 2, 3, deməli, əkub. 3, n-in yerinə nə qoyuram? 2m. 5-in yerinə qoyuram m. Çıxılsın 2, əbob. 3m qalır. N-in yerinə 2m qoyuram. Bərabərdir 133-ə. Tamam. Bizdə deyək ki, m plus n-in cəmini tapın. Aha. İndi neyinirik? Baxaq. Yazıram 3, əkub. Bu 3, 2 üstü m var. Bu o deməkdir ki, 3-ün kvadratının üzəri m. Qüvvətlər həmişə mötərizədə bir-birinə vurulur. Bu ilə 3 üstü 2m deməkdir. Bu da həqiqi ədədlər mövzusunda keçəcək. Uşaqlar, 3 üstü 2m, yəni 3-ün kvadratı m-dir. 3-ün kvadratı nədir? 9. Yəni 9 üstü m, 5 üstü m, minus 2, əbob. Eyni qayda ilə 3 üstü m qalır. Bu nə elədir? 5-in kvadratı. Yəni 25-in üstü m. Bərabərdir 133-ə. Diqqətli olaq. 9-dur, 5-dir. Bir-birinə qarşılıqlı sadə ədədlərdir. Onda onların əkubu nəyə bərabərdir? Hasillərinə. 3 vurulsun 9 üstü m, 5 üstü m. Minus 2. 2 bu nəyə vurulacaq? 3 üstü m ilə 3 ilə 25 nədir? Qarşılıqlı sadə ədədlərdir. Qüvvətlərə baxmırıq. Qarşılıqlı sadə ədədlər olduqlarına görə oradan çıxacaq 1. Bərabərdir 133. Və yenə də həqiqi ədədlər mövzusunda keçəcək. Əgərlərin qüvvətlər eyni olub, əsaslar fərqli olarsa, onda qüvvət olduğu kimi qalır, əsaslar bir-birinə vurulur. Bu şəkildə eyni 9-5 üzərimə tətbiq eləyək. 9-5 üzərimə vuranda, deməli, m qalxır qüvvətə, 9 vurulsun 5 qalır. Bu da bizdə verir 45 üstündə m. İndi yazıram, qoyuram yerinə. 3 vurulsun 45 üstündə m bərabərdir. Burada minus 2 idi. Sağ tərəfə keçəndə nə olur? Plus 2. 135. 45 üstündə m nəyə bərabər olur? 3 düşəcək 135-in məxrəcinə düşür. Buradan da çıxır bərabərdir 45-ə. 45 üstü m bərabərdir 45. Burada nə dayanır həmişə? Demişəm 1. Deməli, m-in yerində nə imiş? 1. Bizdən nəyi soruşurdu? M plus n'in cəmini tapın. N nə idi? 2n. 2 vurulsun 1, yəni 2. İndi 2 plus 1 cavab eləyir 3. 55-ci sualda əbub m-in bərabərdir 162 verib və m-in qiymətindən n-in qiymətini bizə verib. Gəlin birinci m və n-in qiymətini artışını yazaq. Bərabərdir. Uşaqlar, 3 k plus 1 o deməkdir ki, m plus n. Bu həqiqi ədədlər mövzusuna keçəcək. Üstü qüvvət mövzusuna görə əsasları eyni olan və qüvvətləri fərqli olan ifadələr bir-birinə vurulan zaman onun qüvvəti toplanır. Əsas isə bir dəfə yazılır. Ona görə də uşaqlar bunu ayrılışını, açılışını yazmaq istəyirəmsə 2 vurulsun, 3 üstü k vurulsun, 3 üstü 1 deməkdir. Yəni 3 üstü k-nı 3 üstü 1-ə vurub ki, k plus 1 hissəsi tapılmışdır. Yaxşı. 2-ni bəs 3-ə vuranda neçə eləyir? 6. Yazıram 6 vurulsun 3 üstü k-ya. Belə getdi. Gətirib qoyuram yerinə. Əbor. Deməli, m-in yerinə nə qoyacağam? 6 vurulsun 3 üstü k. Və digər tərəfdən n-in yerinə də qoyuram 12 üstündə k.
İndi uşaqlar yenə də həmin mövzuya qayıdıram. Mövzuya əsasən əgərləri, əsasları fərqli, ə, qüvvətləri isə eyni olan ifadələri bir-birinə vuranda qüvvət olduğu kimi qalır, əsaslar bir-birinə vurulur. Yəni A-nı B-yə vurursan. İndi 12 üstündə K bu o deməkdir ki, 4 vurulsun 3 üstündə K deməkdir. Və bu ayrı-ayrılıqda mötərizə açanda 4 üstü K vurulsun 3 üstü K deməkdir. Aha, tamam, bu da aydın oldu. Gətirib qoyaq yerinə. Eləyir əbo, sonra 6 vurulsun 3 üstü K və 12-nin yerinə yazıram 4 üstü K vurulsun 3 üstü K. 3 üstü K görürəm ki, burada ortaq vuruqdur. Ortaq vuruğu çıxardıram mötərizənin xaricinə 3 üstü K əbo 6 ilə 4 üstündə K. Tamam, bu da belə getdi. Yaxşı, 3 üstündə K və bərabərdir. Nəyə vermişdi bizə? 162-yə. İndi yenə də buna diqqətli eləmək lazımdır. 6 var, 4 var. Hər ikisinin tərkibində 2 var. Gəl 2-ni çıxardaq kənara. İndi belə bir şey var. Məsələn, 4 2 üssü 2 deməkdir. Düzdürmü? 4 3 üssü 2 deməkdir. Bunu 4 üstündə K, 2 üssü 2 üstündə ümumi K. Bax, bu şəkildə yazılır. İndi bu da o deməkdir ki, 2 vurulsun, 2-ni K-ya vuranda edir 3 üstündə 2K. Bu ifadəni 2-yə vuran zaman, müəyyən bir 2 ədədinə vuran zaman qüvvətlər toplanır. Çünki əsaslar nədir? Eynidir. Yəni 2-ni yazıram, 2 üstü K plus 1. Bu cür şəkildə. Amma digər variantda isə belə olur. Bölünməsində 2 üstü K-nı bölərəm 2-yə. Bölmə əməlində isə yenə də əsas olduğu kimi qalır. Amma burada qüvvətlər bir-birindən çıxılır. 2K olur minus 1. İndi mən sizə demək istəyirəm ki, bunu 2 vurulsun 3 kimi yazsam, onda bunu yaza bilərəm. 2 vurulsun 2, 2K minus 1. Çünki 2 üstü 1-i 2K minus 1-ə vuranda bu eləyəcək hansı ifadə? Baxın, bu ifadə. Gəlin buradan 2 üstü K minus 1 nəyə bərabərdir? 2 üstü K bölünsün 2 üstü 1-ə. Onda bunu buna vuranda, 2 üstü 1-ə vuranda həqiqətində 2 üstü 2K eləyir. Mən də 2 üstü 2K-nı parçalayıb bu şəkildə yazdım. Baxın, 2 üstü 2K-dır bu. Parçaladım, 2 vurulsun 2 üstü 2K minus 1 şəklində yazdım. İndi orta vurğularaq oradan 2 çıxır. Bax, burada da 2 var. Burada da 2 var. 2-ni yenidən çıxardıram mötərizənin xaricinə. Olacaq necə? 2 vurulsun 3 üstündə K əbob 3 və 2 üstündə K minus 1. 2K minus 1 bərabərdir 162-yə. İndi isə, yəni K-ları hesablamağa ehtiyac yoxdur. Baxırsınız ki, bunun əmsalı 3-dür, tək ədəddir. Bu isə cüt ədəddir. Cüt ədədin istənilən dərəcədən qüvvəti nədir? Cüt olur. Ona görə tək ədədlə cüt ədəd bir-birinə qarşılıqlı sadədir və ardıcıl olduqlarına görə qarşılıqlı sadədir. Əbob 1 verəcək bizə. 2 vurulsun 3 üstü K vurulsun 1 bərabərdir 162-yə. 3 üstü K-nı buradan tapmaq istəsəm, 2 keçir 162-nin məxrəcinə, tənasübə görə gəlir bura. Onda buradan çıxır ki, 81 və 3 üstü K bərabərdir. 81 3 üstündə 4 deməkdir. Onda K-nın yerində nə dayanır? 4 dayanır. Bizdən nəyi soruşurdu? M-i tapın soruşurdu. M-in qiymətini nəyə tapmışdı? M-i nə vermişdi bizə? M-i vermişdi ki, 6 vurulsun 3 üstündə K, yəni 6 vurulsun 3 üstündə 4. 6-nı da vuracaqsınız 81-ə. Bu da bizdə eləyəcək 486 cavabını verəcək. 57-ci sualda Əkob əbob vermişdir. Hesablamaq lazımdır. Əbob M-in 18 olarsa, M və N ədədləri həmişə 2-yə bölünür. Gəlin hesablayaq əbob. M-ni bizə 18 verib. Aha, əbob nə deməkdir uşaqlar? Əbob yəni ki, tutalım bu şəkildə olsaydı, böyük olan variant varsa, əbobda kiçiyi götürürdü, əşobda isə böyüyü götürürdü. Yəni, tutalım ki, burada 18-dirsə, artıq burada 18-in bölünənləri 36 ola bilər. Sonra
3'ə vurduğumuz zaman 54 ola bilər. Yəni bu şəkildə olsaydı 54 36 olsa cavab 18 çıxır əbobda. İndi uyğunlaşdırma əsasən bir-bir oxuyaq. D variantda m və n ədədləri həmişə 6-ya bölünür. M ədədi, n ədədi yalnız iki fərqli natural qiymət ala bilər. Baxın bura. Əçoba. Əçob m-in bərabərdir. Əçob bizə daha rahat olacaq. Çünki əçob nədir? Qarşılıqlı sadə ədədlərin hasili. Əyərləri burada tutalım ki, 1 ilə 11 ola bilər ki, bunların əçobu 11 eləsin. Çünki hasil olur. Yəni ayrı bir şey düşünmək olmur. Deyir ki, m və n ədədləri qarşı sadə ədədlər ola bilər. Artıq 1, 2-yə uyğun gəldi C variantı. M və n ədədləri həmişə 6-ya bölünür. Bu getdi. M ədədi, n ədədi yalnız iki fərqli natural qiymət ala bilər. Bəli. Bu ya 1 ya 11-dir, ya bu 11 ya da 1-dir. Ayrı bir şey ala bilməzlər. Ona görə Y variantı da 2-yə uyğun gəldi. Sonra n və n ədədləri həmişə 15-ə bölünür. Cavaba görə 45 alınıbsa, təbii ki 15-ə bölünəcək. Çünki 45 alınıbsa, yəni bu yenə də izah edirəm. 45-dirsə əvvəli, burada artıq 90 olacaq ki, biz əbobda nə edirdik? Ən kiçiyi götürdük. Təbii ki 90 da 15-ə bölünür 45-də. Deyirsiniz ki, 3-ə uyğun gəldi. A. M və n ədədləri həmişə 2-yə bölünür. Bizə uyğun gələcək bir variantında B variantı və D variantı. Tamam, bu şəkildə yazdıq. 59-cu misalda A, B ədədləri ortaq olmayan sadə vurguların hasili C-ni vermişdir və uyğunluğu müəyyən edin. Uşaqlar, düstura əsasən yerinə qoyub hesablayacaqsınız. Burada heç nə yoxdur. Bizə əbob AB-nin sadəcə düsturunu lazımdır. Kökün altında A vurulsun, B bölünsün, C-dir. Deməli, bizdə AB-nin qiyməti əbobu bizə 5 verir. 5 bərabərdir. Kökün altında C-nin də qiymətini 5 verir. Görək AB buradan nə çıxacaq? Bunu tapmaq istəyiriksə, bura 5 yazırım, çünki 5 verir qiymətini, C bərabərdir 5. Hər bir tərəfi kvadrata yüksələr ki, kökdən azad olaq. İndi burada hər tərəfi kvadrata yüksəldər 25 burada alınır. Burada da alınır ki, A vurulsun B bölünsün 5-ə. Kök kvadratı aparır. A vurulsun B nəyə bərabər olur? 25-i 5-ə vuranda 5, 5, 25, 5, 2, 10, 125 cavabını almış oluruq. Yəni, 1-ə B variantı artıq uyğun gəldi. İndi gəlin həmin varianta görə əçobu hesablayaq. Əçob nə eləyər? Kökün altında A vurulsun, B vurulsun, C düsturu ilə hesablanır. AB 125 idi. Gətirib qoyuram yenə 125 və bu da 5-dir, bərabərdir. Kökün altında alıram 625. 625-dən də uşaqlar 25 çıxır. Deməli, əçob bu varianta uyğun. Əbobun 5 qiymətində əçob 25 alır. Yəni, siz yoxlamalısınız C variantında. Gördünüzmü? 1-ə hansı uyğun gəldi? B, sonra kim uyğun gəldi? C. Yəni, diqqətli olmaq lazımdır. Sonra keçirəm əbobun AB-nin 10 olan qiymətinə. Əbob AB odur. Birbaşa yazıram artıq. Düsturu bayaqlar yazmışdım. A vurulsun B-ni tapmaq istəyirəm. Yəni də 5 verib C-nin qiymətini. Hər tərəfi kvadrata yüksəldirəm. Kvadrata yüksəldilən zaman 100 bərabərdir. A vurulsun B bölünsün 5. Tənasübə görə 5 vurulur 100-ə. A vurulsun B nəyə bərabər olur? 500. Deməli, 2-yə uyğun gəldi A. Daha sonra gəlin əçobunu da hesablayaq bu ifadənin. Əçobda qoyuram yerinə düsturu. Əçob AB nəyə bərabərdir? Kökün altında onların hamısının hasili. 500 vurulsun 5-ə. Bərabərdir. Alıram ki, 25 və yanında 2 dənə 0. Buradan 25-dən 5 çıxır. 2 dənə 0-da 100 deyil, 10 çıxır. Yəni 50. Deməli, mənim əçobum mənimə 50 eləməlidir. Amma görürəm ki, 50 əçob olan yoxdur. Ona görə 2-yə yalnız A variantı uyğun gəldi. Keçirəm nəyə? Baxın, A vurulsun B bölünsün C bərabərdir 225 yazıb. Görək, ödəyirmü? A-nın B-nin qiymətini bilirəm. 500. C-nin də qiyməti nədir? 5-dir. Yox, ödəmir. 225 yazıb, bizdə 100 alınır. 2 uyğun gəlmədi. Heç nə olmaz. Keçək 3-ə. Təbii ki, 3-ə uyğun gələcək artıq.
AB bərabərdir 15-dir. Düstur nə idi? A vurulsun B kökün altında bölünsün C bərabərdir 15-ə. C-nin qiyməti 5 idi. Hər tərəfi kvadrata yüksəltsək, A vurulsun B bölünsün 5 bərabər olur. 15-in kvadratı nə olur? 225. Onda A vurulsun B nəyə bərabərdir? Uşaqlar, baxın diqqətli olun. A vurulsun B bölünsün C bərabərdir 225. Bu C-nin qiymətidir də. Yəni bu A vurulsun B bölünsün C deməkdir. C-nin yerinə 5 qoymuşuq. Bizə 5 bərabər olduğunu demişdi. Yəni artıq 3-ə uyğun gəldi Y. Bir də görək hansı uyğun gələcək. A-nın B-yə hasilinin 125 olduğunu biz tapmışdıq. Deməli, B variantı qeyd A variantı istifadə olunub, sonra C variantı istifadə olunub, getdi. Y variantı, D variantı qalır. Deməli, biz nə etməliyik? Əkobu tapmalıyıq. Buradan A vurulsun B nəyə bərabərdir? 5 vurulsun 225-ə. Bu bizim yaddaşımızda qalsın. Hesablamıram hələ ki, elə də qalsın. Əkob nə verir? Küp AB nəyə bərabərdir? A vurulsun B, yəni bu, bunun qiyməti 5 vurulsun 225, vurulsun C idi də düstur əsasən. C nədir? 5. Diqqətli olaq, 2 dənə 5 var. 5-in biri çıxır. Yəni bu 5-in kvadratı eləyir. Kvadratla kökdə 2-ni aparır. 225-dən də çıxır 15 hasil kimi. 5-i də 15-ə vuranda eləyir 75. Deməli, bizə 3-ə D variantı da uyğun gəldi. 61-ci sualda C ədədi A və B natural ədədlərin ortaq olmayan sadə vurğuların hasili A və B üçün uyğunluğu müəyyən edin. Yenə C-ni bizə veribdi, AB-ni bizə veribdi. Gəlin uyğunluğu müəyyən edək. Bunu yazıbdı. Əbov və Əkobun düsturlarını özünüz üçün qeyd edirsiniz. Yəni düstura əsasən A vurulsun B bölünsün C-yə görə tapasınız. Əbobu, Əkobu da hər birinin hasili şəklində tapacaqsınız. Buna uyğun həll eləyəcəksiniz. Sadəcə yerinə qoyub həll eləmək lazımdır. Məsələn, görək AB-nin birinciyə görə AB-nin əbobu nəyə bərabərdir? A-nın qiyməti 2 vurulsun 2 vurulsun 3. 2 vurulsun 2 vurulsun 3. B-nin qiyməti 2 vurulsun 3 vurulsun 5. Tamam. Gəlin bunun əbobunu hesablayaq. Uşaqlar, diqqətli olaq. 2 ortaq vuruqdur. Tamam. Və 3 ortaq vuruqdur. Hər ikisini çıxardıram mötərizənin xaricinə. 2 vurulsun 3 kimi. Əbob yerdə nə qalır? 2 ilə 5. 2 ilə 5 də bir-birinə qarşılıqlı sadə olan ədədlərdir. Ona görə 1 eləyir, cavab çıxır. 2 vurulsun 3 vurulsun 1. Yəni 6. İndi mən nəyi tapdım? Əbobun 6 olduğunu tapdım. Gəlin onda qoyaq düsturda yerə görə C-nin cavabı nə imiş? 6 bərabərdir. Kökün altında A vurulsun B nədir? 2 vurulsun 2 vurulsun 3. B-nin də qiyməti vurulsun 2 vurulsun 3 vurulsun 5. Tamam. C qaldı yerində. Hər tərəfi yenə də kvadrata yüksəldirəm. 36 bərabərdir. 2 vurulsun 2 vurulsun 3 vurulsun 2 vurulsun 3 vurulsun 5. Və C-nin qiyməti qalıbdı yerində. Tənasübə görə C ilə 36-nın yerini dəyişirəm. Baxın, buradan yazacağım. C bərabərdir. 2 vurulsun 2 vurulsun 3 vurulsun 2 vurulsun 3 vurulsun 5. Bu da 36 bərabərdir. Uşaqlar, 36-nı 2-yə böləndə eləyir 18. 18-i 2-yə böləndə eləyir 9. 9 ilə 3 gedir, qalar yerdə 3 və 3 ilə də 3 gedir, cavab eləyir 2 vurulsun 5. Bu da bizə verər 10. Yəni bizim C-nin qiyməti 10 imiş. Baxın, D variantına artıq uyğun gəldi. Əbobun qiymətini tapdıq. Əbobun qiyməti. Diqqətli olaq. Burada dedik ki, əbobun qiyməti nəyə bərabər oldu bizdə düstura əsasən? 2 vurur 5-ə, yəni 6-ya bərabər olmuşdu. Tamam, 6-ya bərabər olan variantımız hələ ki bizə lazım deyil. Aha, keçirik nəyə? 1-ə D uyğun gəldi. Bunu qeyd edək. Keçirəm ikinciyə. Əbobu tapıram. Əbob 2 vur 7 və
5 vur 11. Uşaqlar, baxın, diqqətli olun. 2 ilə 7, 5 ilə 11. Ortaq vuruq yoxdur ki. Əgər əbobda ortaq vuruq yoxdursa, onda onların qarşılıqlı sadədirlər də, onu 1-ə bərabərdir. Deməli, deyirəm ki, bu ifadənin əbobu 1-dir. 2-yə uyğun gəlir 5. Bəs əkobu nəyə bərabərdir? Qarşılıqlı sadədirlərin əkobu nə idi? Onların hasili. Bu A-nın qiyməti, bu B-nin qiyməti. Cavab A vurulsun B kimi çıxacaq. Çünki bir-birinə nədir? Qarşılıqlı sadədir. Əkobda hasil çıxır. Ona görə 2-yə həm də nə uyğun gəlir? A variantı. İndi A variantını seçmişik. B variantı çıxıb, D çıxıb, qalıb yerdə S ilə Y. Yəni ki, 3 ilə S ilə Y uyğun gələcək. Diqqətlə əbobu yoxlayaq. Əbob 2 vurulsun, 3 vurulsun, 5. Üçüncünün qiymətini hesablayıram. B-nin də yerinə buna qoyuram. 2 vur, 3 vur, 5 vur, 7. Orta vuruq hansıdır bunlarda? 2 vur, 3 vur, 5. Baxın, 2 vur, 3 vur, 5. İkisində də ortaq vuruqdur. Çıxardıram mötərizənin xaricinə. Qalır əbo. Burada hamısını çıxartdığıma görə 1 qalır. Burada isə 7 qalır. Uşaqlar, əbob 1 ilə 7 nədir? Qarşılıqlı sadə ədəddir. Əbobu 1-ə bərabərdir. Cavab çıxır. 2 vur, 3 vur, 5. Bir dənə diqqətlə olaq. Burada A-nın qiyməti bu idi, B-nin qiyməti bu idi. A olduğu kimi çıxdığıma mötərizədən bərabərlikdən sonra. Tamam, çıxdısa deməli əbobumuz A-ya bərabərdir. 3-ə Y variantı uyğun gəldi. İndi S-nin gəlin tapılmasına baxaq. Nəyə görə S 2-yə bərabər idi? Əbobunu tapdıq. Əbob buna bərabərdir. Düstura əsasən, əbobun düsturuna əsasən bərabərdir kökün altında A vurulsun B bölünsün C-yə bərabərdir. Bizdə əbob aydındır artıq. Cavab nədir? Daha cavab budur. 2-ni 3 əvrəndə 6 edir. 6 da 5-im 30. 30 bərabərdir. Kökün altında indi uşaqlar bu hasili yazmaq lazımdır. 2 vurulsun, 3 vurulsun, 5. Sonra vurulsun, 2 vurulsun, 3 vurulsun, 5 vurulsun, 7. Tamam. Bunu belə saxlayıram. Heç vaxt kvadrata yüksəltmirəm və yaxud vurmuram. Çünki rahat olsun. Bu tərəfi kvadrata yüksəltmək lazımdır. Buna da 30 vurulsun 30 kimi yazın. Heç 30-un kvadratını axtarmağa ehtiyac yoxdur. 3 vur, 5 vur, 2 vur, 3 vur, 5 vur, 7 və C. Tənasübə görə C ilə 30-un yerini dəyişirəm. C bərabər olur. 2 vur, 3 vur, 5 vur, 2 vur, 3 vur, 5 vur, 7-yə və buradan da alınır 30 vurulsun 30. İndi diqqətli olaq, gəlin bölmə əməllərini aparam. Bu 30-la 2-ni aparsam yerdə nə qalar? 15. Bu 3 ilə 30-u aparsam yerdə qalar 10. 5 ilə 5 kimi neçə eləyir? Bir belə yaparaq. 5 ilə 15-i aparanda yerdə nə qalır? 3. 2 ilə 10-u aparanda yerdə nə qalır? 5. 2 10-a bölünür, 12 bölünür, 5 dəfə bu. İndi 3 ilə də 3 getsə və 5 ilə də 5 getsə, C çıxdı 7. Deməli, C-nin 2 cavabı heç bir varianta uyğun deyilmiş. Burada ortaqları birinci mötərizədən xaricinə çıxartmaq lazımdır. Bu deməli, uşaqlar, 2n-i 2n kvadratına 2n vurulsun n kimi yazıram. Vurulsun n və plus n. Sonra nöqtəli vergül. Burada da 2n vurulsun n. Üstə gəlinsin 3n. Bərabərdir 3. Tamam. Buradan indi uşaqlar orta vuruq kimi n-i çıxardaram. Burada da n var. Burada da n var. Burada da n var. Burada da n var. İndi nə alınıb bizdə? N-i çıxardanda birinci belə yazaq. Əbob. N-i çıxardanda 2n plus 1 və n-i çıxardanda 2n plus 3 bərabərdir 3-ə. İndi n-lər burada hər birində ortaq vuruqdur. Lap əbobun qarşısına çıxır. Əbob 2n deməli plus 1 və 2n plus 3 qaldı. Mötərizənin daxilində bərabərdir 3-ə. Burada 2n plus 1-dən 2n plus 3 qarşılıqlı tək ədədlərdir. Qarşılıqlı tək ədədlər nədir? Ardıcıl həm də tək ədədlərdir. Onda qarşılıqlı sadə ədədlərdir. Deməli, əbobu nəyə bərabər olur?
təbii ki 1-ə. Yəni n vurulsun 1 bərabərdir 3-ə, n bərabərdir 3 alırıq. İndi uşaqlar deyir ki, bu ədədlərin cəmi 12-yə bərabərdir. Bu ədədlərin cəmi 12-yə bərabərdir. A və B variantlarına görə biz gəlin bu ədədləri cəmləyə görə ki, bu ədədlərin cəmi nəyə bərabər olacaq? Birinci həmin ədədlər qeyd edək. Birinci bizdə nə idi? 2n kvadrat plus n birincidir. 2n kvadrat plus 3n də ikincidir. Gətirib qoyuram 3 yerinə. 2 vurulsun 9 üstə gələnsin 3. Bu da eləyir nə? 2 vurulsun 9 üstə gələnsin. 3-ü də 3 əvranda eləyir 9. Bərabərdir. 2 9-un 18-in üstünə 3, 21. Burada nə alınır? 2 9-un 18-in də üstünə 9 gələndə alınır 27. 21 ilə 27 alınır. Bu ədədlərin cəmi 12-yə bölünür. Gəlin görək bu ədədlərin cəmi nə eləyir? 48 eləyir. Bəli, 48 12-yə tam şəkildə bölünür, 4 dəfə qalır. Deməli, 1-ə uyğun gəldi A variantı. Daha sonra, deməli, cəmi 13-ə bölünür, getməyəcək. Bu ədədlərin əkobu 189-a bərabərdir. Gəlin bu ədədlərin əkobunu tapaq. Deməli, əkob 21 ilə 27-ni tapmaq lazımdır. 21 nə deməkdir? 3 vurulsun 7. Bu isə 3 vurulsun 9 deməkdir. Orta vuruş 3-ü çıxardıran mötərizənin xaricinə. Qalır əkob 7 ilə 9. Təbii ki, 7 ilə 9 ardıcıl tək ədədlər olduğuna görə əkobları onların hasilini verəcək. Bərabərdir. 9, 7, 63. 63-ü də 3-ə vuranda 189 cavabını alıram. Həqiqətən də əkob 189-a bərabər oldu. Bir anda C variantı da uyğun gəlir. Daha sonra keçirəm ikincini həll eləməyə. Bizdə əbob n kvadrat plus 3 yazıb n vurulsun n plus 3n yazıram. Çünki ayrılış eləyəcəm. N vurulsun n plus 4n yazıram. Bərabərdir 2. Burada əbob n-i çıxardıram. Mötərizənin xaricinə. Baxın, n-in birini çıxardıram. Qalır n plus 3 və n-i çıxardıram. Buradan da qalır n plus 4 bərabərdir 2. İndi isə hər birindən n ortaq vuruluşunu çıxardıram. Bunların arasında vurum əməli var idi. Əbob n plus 3 və n plus 4 bərabərdir 2. Uşaqlar, n plus 3 ilə n plus 4 də bir-birinə ardıcıl olan natural ədədlərdir. Yerinə 1 qoyanda görəcəksiniz, bax 4 ilə 5 alınacaq. Deməli, əbobları nəyə bərabər olur onların? 1-ə. N-i 1-ə vuranda 2, n bərabərdir olur 2. N-in qiyməti 2-dir. Gətirən ədədləri hesablayaq görək nə edir? Birinci ədədimiz n kvadrat plus 3n idi. N-i qoyanda yerinə 4 üstə gələnsin, 3-ü də 2-yə vurun neçə eləyir? 6. 11-ində eləyir. İkinci variantda isə deməli n kvadrat plus 4n-dir. Bərabərdir 4 üstə gələnsin, 4-də 2-yə vuranda 8, 12. Cəm eləyir nə? 22. Bizdən soruşur ki, bu ədədlərin cəmi 12-yə bölünür. Bu ədədlərin cəmi 13-ə bərabərdir. Xeyr, bərabər olmadı. Bu ədədlərin cəmi 68-ə bərabərdir. Yenə də bərabər olmadı. Bu ədədlərin əkobu 5-ə bölünür. Gəlin görək bu ədədlərin əkobu nə verir bizə? Əkob 10, 12. Şolar, 10, 5 vur 2 deməkdir. 12 isə 2 vur 6 deməkdir. 2-lər çıxır mötərizənin xaricinə, o qalır 2 əkob 5, 6. 5, 6 da bir-birinə ardıcıl ədədlərdir. Ona görə hasil olacaq 2 vurulsun 5 vurulsun 6. Bu da bizdə eləyir 120. İndi bizə deyir ki, 120-nin əkobu deyir ki, 5-ə bölünür. Təbii ki, 120 5-ə bölünür. Ona görə 2-yə uyğun gələcək Y variantı. Növbəti hesaba keçmək istəyirəm. Əbob yenə də n vurulsun n plus 4 vurulsun n şəklində yazıram. Burada isə n vurulsun n, üstə gələnsin 5 vurulsun n yazıram. Bərabərdir 4-ə. N-ləri çıxardacağım mötərizənin xaricinə. Əbob n vurulsun n plus 4 və n vurulsun n plus 5. Bərabərdir 4 şəklində yazdım. N-lər ortaq vurur 4. Çıxardacağım mötərizənin xaricinə. Əbob n plus 4 ilə n plus 5 yenə də bir-birinə ardıcıl olan ədədlər gəldi. Və bu nəyə bərabərdir? 1-ə. Onda n vurulsun 1 4-dürsə n nədir? 4-dür. Birinci qiymət nə olacaq? Deməli, n-in kvadratı plus 4-ün deyildi. 4-ün kvadratı 16 üstə gələnsin 4 vurulsun 4. Neçə eləyir? 32. İkinci qiymət nə eləyir?
Deməli, n-in kvadratı plus 5n-dir. Oradan 4-ü yerinə qoyanda 16 üstə gəlirsə 20 alınır. Bu da eləyir 36. Sonra 32-nin üstünə 36 gəlsək 68 cəm verir bizə. Bizə də deyir ki, bu ədədlərin cəmi 68-ə bərabərdir. Təbii ki, 3-ə D variantı uyğun gəldi. Sonra Y variantı çıxıb, D variantı çıxıb, A çıxıb və deyir ki, C variantı çıxıb. Bu ədədlərin cəmi 13-ə bərabərdir. Bu ədədlərin cəmi 13-ə bərabər olmadı. Deməli, B variantına uyğun cavab almadıq. 67-ci suala diqqətlə baxaq. Diaqramda natural ədədlərin müxtəlif sadə vurğuları və onların sayı verilmişdir. Uşaqlar, müxtəlif sadə vurğular necə yazılır? 2 vur, 5 vur, 7 və onların sayı, yəni 2-dən 3 dənədir. 2-dən 3 dənədirsə, eyni olanlar nə idi? Qüvvətində yazılırdır. 5-dən neçə dənədir? 9 dənə və 7-dən neçə dənə götürüb? 4 dənə. Vəssalam, bu şəkildə yazın. Bizə soruşur ki, A ədədinin sadə vurğularının hasili şəklində yazın. A ədədini sadə vurğularının hasili şəklində yazın və onun sadə vurğularının sayını tapın. İndi uşaqlar, sadə vurğularının sayını əgər A ifadəsi bu şəkildə verilibsə, onların qüvvətlərini toplayıb sadə vurğuların sayını tapmaq mümkündür. 3-ün üstünə 9 gələndə neçə eləyir? 12, 4 eləyir 16. Yenə də 69-cu sualda diaqramda A və B natural ədədlərin müxtəlif sadə vurğular və onların sayı verilmişdir. İndi A və B-dən danışır. A və B qiymətləri verilir. Onların müxtəlif sadə vurğuları nədir? Müxtəlif sadə vurğuları K-dır. Deməli, birində isə 3-dür. A-ya uyğun gələn budur. Yəni 3-ün üstündə 6. A-da 3-ün üstündə 6-dır. Və K-nın üstündə 2. Vurulsun K üstündə 2. Və keçirəm B-yə yaxın. Baxın, bu kərpic formasında 3-ün üstündə sayına görə 2-yə çatır. Və K kərpic formasında olanın variantımız isə 7-yə gedib çatır. K üstündə 7. 2 dənə qiymətləri yazdım. Bizdən soruşur, deyir ki, əbobun verib. Əbob 306 vurulsun K2. 3 üstü 2 vurulsun K üstündə 7 ifadəsi verilmişdir. 441-ə bərabərdir. K-nı tapın bizdən soruşur. Sonra biz birinci nə etməliyik? Orta vurğuları tapmalıyıq. 3 üstü 6 ilə 3 üstü 2 var da burada düzdür. Hər tərəfdən nə etmək olar? 3 üstü 2-ni çıxartmaq olar. Bu 3 üstü 6-dan 3 üstü 6 bərabərdir. Deməli, 3 üstünü 2-ni çıxartmaq istəyiriksə, bu 3 üstü 6, 3 üstü 4 vurulsun, 3 üstü 2 deməkdir. Həqiqət ədədlər mövzusunda əsasları eyni olan ifadələr yazılır və qüvvətləri toplanır. 4 üstünə gəlində 3 üstü 6. Yəni, 3 üstü 6-nı bu şəkildə yazmaq mümkündür. Gətirib qoyuram yerinə o şəkildə yazıram. 3 üstü 4 vurulsun, 3 üstündə 2. Vurulsun K-nın kvadratı. Aha. 3 üstündə 2 və indi də uşaqlar həmin qaydana K-ya tətbiq eləyirəm bu qaydanı. Baxın, K üstündə 7-ni, burada K üstü 2 deyil, mən də K üstü 2-ni əmələ gətirmək istəyirəm. Ona görə məcbur oluram K üstü 5-ə. Yenə də əsaslar eyni olduğuna görə qüvvətlər həmişə toplanır. Ona görə K üstü 2 plus 5 K üstü 7 bərabər olur. Yəni bu şəkildə yazmaq doğrudur. İndi yazıram K kvadrat vurulsun K üstündə 7 bərabərdir. Neçə verib? 441. İndi ortaq vurğuları seçmək lazımdır. 3-ün kvadratı ortaq vurğudur. K kvadratı ortaq vurğudur. Gəlin uşaqda yazaq. Deməli, 3-ün kvadratı vurulsun K-nın kvadratı əbob. 7 3 üstü 4 və K üstündə deməli K kvadrat vurulsun K üstü 5 kimi yazmışdıq da K üstü 5 qalır. Bərabərdir 441-ə. Birinci neyniyək? Əbob hələ ki qalsın. 3-ün kvadratı neçə edir? 9. 9-u keçirdirəm sağ tərəfə. Əbob 3 üstü 4 K üstündə 5. Bərabərdir 441-i böləcəm 9-a. 441-i 9-a bölünən zaman 41-in içərisində 9, 4 dəfə, 4 9-un 36 və 81 9 dəfə. Buradan alınır ki, bərabərdir 49-a. Tamam.
49-a bərabərdir və əbub 3 üstü 4 k üstündə 5 verilmişdir. K verilib və 3 verilib. Mən bilmirəm ki, bunun əbobu nədir? Bunun əbobunu tapmaq üçün fikirləşməliyəm. Burada deyir ki, müxtəlif sadə vurğular. 3-dürsə K 3-dən fərqli olmalıdır ki, müxtəlif olsun da. K indi 2 ola bilər, 5 ola bilər, 7 ola bilər. Heç bir halda 3 ola bilməz. Ona görə də heç bir halda 3 ola bilmədiyinə görə 5 də olsa 3-ü 4 ilə 5-ü 5 qarşılıqlı sadədirlər əsaslara görə. 3 ilə 5 qarşılıqlı sadədir, 3 ilə 7 qarşılıqlı sadədir. Yəni sadə hər bir ədədi qoyanda elə cavab alınır. Mürəkkəb qoymaq olmaz. Məsələn, 9 qoymaq olmaz. Çünki nə deyir? Müxtəlif sadə vurğu. Tamam. Onda dedik ki, bunun əbubu nəyə bərabər olar? 1-ə bərabər olar. 3 ilə 5-in əbubu həmişə 1-dir. Qalır yerdə k kvadrat bərabər 49. Hər tərəfdən uşaqlar kök ala bilərsiniz ya da fikirləşə bilərsiniz ki, nəyin kvadratı 49-dur? Təbii ki, 7-nin. K-nın qiymətini tapdıq 7. 71-ci sualda A və B çoxluqlarının elementlərini müəyyən sadə ədədlərdir və bu çoxluqların elementləri hansı uyğun olaraq A, B ədədləri bərabər olarsa. Bizdə A çoxluğunda 5 var, 7 var və müəyyən bir x elementi var ki, yəni bunların kəsişməsində yerləşir və B çoxluğunda da eyni qayda ilə 11 var, 2 var və müəyyən bir x elementi var ki, çünki hər şeyin kəsişməsində həmin o x elementi iştirak edir. A və B çoxluğunun elementləri müəyyən sadə ədədlərdir. Yəni deyir ki, bu sadə ədəddir, bu sadə ədəddir, bu da sadə, hər biri sadə ədədlərdir. Hər iki çoxluğun elementləri. Bu çoxluqların elementləri hasili uyğun olaraq, baxın, uyğun olaraq bu deməkdir. Yəni A-ya uyğun birinci gələnə birinci, ikinci gələnə ikinci. Uyğun olaraq sözü o deməkdir. A-nın elementlərinin hasilini deyir ki, A ilə 5 vur, 7 vur, x A deyib və 11 vur, 2 vur, x isə B deyib. Çünki deyir, uyğun olaraq ədədlərindən bərabər olarsa. Diaqrama əsasən AB-nin qiymətini tapın. İndi gəlin diqqətli olaq. A-nı B-yə vuranda nə eləyir? A-nın qiyməti budur, B-nin qiyməti budur. Gəlin vuraq bir-birinə. 5 vur, 7 vur, x vur, 11 vur, 2 vur, x. Tamam. Bunu belə saxlayıram, heç nə eləmirəm. İndi isə gəlin əbob AB-ni tapaq. Gətirib bütün hasilləri yazıram yerinə. Əbob neçə eləyir? A nə idi? 5 vur, 7 vur, x. Bəs B nədir? 11 vur, 2 vur, x. Heç bir vurma əməlini hələ tamamlamıram. Tamam, indi əbov var. Ortaq vurğu kimdir burada? X-dir da, hər ikisində olan. X-i çıxartdım, mötərizənin xaricinə qaldı. Əbov 5 7 neçə eləyir? 35 və 22. 35 ilə 22 görürəm ki, bax 1 var, 7 var, 5 var. Bunların bölənləri də 35-in özü var. Məsələn 22 nədir? 11 ilə 2-nin. Ortaqlar heç biri yoxdur. Yəni ortaq bir dənə vurğu yoxdur bunların. Ona görə deyirəm ki, bunlar qarşılıqlı sadə ədədlərdir. Yəni 1-ə bərabərdir. Bizə verilmiş bu ifadənin əbobundan nə çıxır? X çıxır da. Çünki x-i 1-ə vuranda x eləyir. İndi gətirib qoyuram ifadədə yerinə. A-nı B-yə vuranda nə alınmışdı? Baxın, bunu yazıram. Deməli, 5 vur, 7 vur. 2 dənə x olduğuna görə qüvvətlər toplanacaq. Hər birində 1 deyildi. Olacaq x 1 plus 1. O derəcə x-in kvadratında. Rəqəmləri birinci yazacaq. 11 vur 2 vuraq. Sonda x kvadratı yazıram. Əbobu nə tapdıq? X. Onda x-in mötərizə kvadratı nə eləyir? X-in kvadratı. Qoyuram bura x-in kvadratı. X-in kvadratları 7. Bərabərdir. Bunların hasilini hesablamaq bizə qalır. Deməli, 35-i vuracaqsınız 22-yə. 2 5-im 10. 2 3-üm 6, 7. Üstə gələcək 2 5-im 10. 2 3-üm 6 da 1, 7. Cavabımız deyilir 770. 73-cü sualda, eyni sualda yenə də M-in natural ədədləri müxtəlif sadə vurğularına olan sayı verilmişdir. M-in sadə vurğulara ayrılışını yazın və əkobla əbobun bir-birinə nisbətini tapın. Uşaqlar, yenə də deməli, M düz xəttdir, M dalğalı xəttdir. Düz xəttə görə 3-ün üzərində nə olmalıdır? 5. Düz xətt kimi idi M?
3 üstü 5 vurulsun. 5'in üstündə nə olmalıdır? Yəni 5. Və 7'nin üstündə nə olmalıdır? Uyğun gələn 1'dir. En dalğalı keçirəm dalğalara. 3'ün üstündə 7'yə uyğun gəlir. 5'in üstündə 4'ə uyğun gəlir. Və 7'nin üstündə 2'ye uyğun gəlir. 7 üstündə 2. Tamam, bunları tamamladım. Bizə deyir ki, sadə vurğulara ayrışını yazın. Baxın, bu sadə vurğulara ayrışıdır. Bunu yazdıq. İndi bizə deyir ki, ək olub MN. Gətirin, M'i qoyun yerinə. 3 üstü 5, 5 üstü 5, 7 üstü 1 və N. 3 üstü 7, 5 üstü 4, 7 üstündə 2. Tamam. Bölünsünü bu şəkildə yazıram. Nisbəti kəsr formasında. Əvvəl. Yenə də eyni ifadələri qoyuram yerinə. 7 üstündə 7 üstündə 1, tamam. 3 üstündə 7, 5 üstündə 4, 7 üstündə 2. Bərabərdir. İndi yenə də biz həqiqi ədədlər mövzusuna müraciət edəcəyik. Nəyə görə? Çünki uşaqlar 3 üstü 5 var, 3 üstü 7 var. Əgər 3 üstü 5'i deməli 3 üstü 7'dən 3 üstü 5'i ayırmaq istəyirsinizsə, onda belə alınır. 3 üstündə 5 çıxar mötərizənin xaricinə, qalır içəridə 3 üstü 2. Nəyə görə? Çünki bunları bir-birinə vuranda dedim axı qüvvətlər toplanır 3 üstü 7 eləyir. Deməli 3 üstü 7-dən 3 üstü 5'i kənarlaşdıranda qalır yerdə 3 üstü 2. Tamam. Eyni qayda ilə deməli çıxılacaq da, yəni qüvvətdən. İndi bunu onda yaza bilərəm. 3 üstü 5 vurulsun 3 üstü 2 şəklində. Olar. Onda bunu da yazıram 5 üstü 1 vurulsun 5 üstü 4 kimi. Çünki ən kiçik, qüvvəti ən kiçik olanları seçmək lazım. Məsələn 5 üstü 4, 5 üstü 5. Görürəm ki 5 üstü 5 böyükdür də. 5 üstü 4'ü seçməliyəm mən. Eləməliyəm ki, hər iki tərəfdə 5 üstü 4 alınsın. Sonra 7 üstü 2-dir, 7 üstü 1'dir. Görürəm ki, bu kiçikdir. Bunu yaratmalıyam. Ona görə burada onu yaratmalıyam. 7 üstü 1. Yəni, bu şəkildə hasildən əmələ gətirirəm. İndi oxşar olanları rəngləmək lazımdır. Bax, 3 üstü 5 burada var və 3 üstü 5 burada var. 5 üstündə 4 burada var. 5 üstündə 4 burada var. 7 üstündə 1 burada var və 7 üstündə 1 dənəsində var. Gətirib əşobda çıxardıram mötərizənin xaricinə. 3 üstü 5 vurulsun 5 üstündə 4 vurulsun 7 üstündə 1. Qalıb əkob. İçəridə nə qalıb uşaqlar? 5 üstündə 1'in 3 üstündə 5'in yerində heç nə yoxdur. 1 qalıb. 5 üstündə 5'in yerində 5 üstündə 1 qalıb. 7 üstü 1'in yerində heç nə qalmayıb. 3 üstü 7'nin yerində 3 üstü 2 qalıb. 5 üstü 4'ün yerində heç nə qalmayıb. 7 üstü 2'nin də yerində 7 üstündə 1 qalıb. Eyni qayda ilə burada necə ki ayrılmamışıq, həmin qayda ilə burada da ayrılır. Ortaqlar bunlar çıxır. Eyni bir şeydir də. Yenidən yazmağa nə ehtiyac var? 3 üstü 5 vurulsun, 5 üstü 4 vurulsun, 7 üstü 1'i də əbobdan çıxartmışıq. Yəni əbobda da 5 ilə eyni. Baxın, 1'i 5'ə vuranda 5, 5. 3'ün kvadratı neçə edir? 9. 9'a 7'yə vuranda neçə edir? 63. Tamam. Burada da elə. Buranı da silək. Elə daha buradan yazaq da yenidən yazmayaq. Burada da aldıq ki, deməli hesablayanda 5 ilə 63 almış oluruq. İndi 5 ilə 63 bir-birinə qarşılıqlı sadə ədədlərdir. Tamam. Onda əbobu nəyə bərabərdir? 1'ə. Əkobu nədir? Onların hasili. Gəlirəm aşağıya. Baxın, eyni olanlar bir-birləri ilə getdilər. 701, 700 bunlar getdilər. Yerdə son variant kimi əkob 5 ilə 63 qaldı və əkob da 5, 63 də ortaq olmadıqlarına görə qarşılıqlı ədədlərdir deyirik və 5'i 3'ə vururuq. 15 bir yadda və 315 cavabını almış oluruq. 75-ci suala baxırıq. Diaqramda natural A ədədinin müxtəlif sadə vurğuları və onların sayı verilmişdir. A ədədi 405 və 495 ədədlərindən hansına qalıqsız bölünür? Biz indi ədədi tapmalıyıq. Şəkildə biraz yaxşı düşünmürük. Ədədi tapacağıq, görəcək hansına tam şəkildə bölünür.
Baxın, müxtəlif sadə vurğular kimdir? 3, 5 və 11-dir. Tutalım ki, A ədədidir. Müxtəlif sadə vurğu 3 vur, 5 vur, 11-dir və saylarını qüvvət olaraq üzərlərində yazacağıq. Deməli, 2 gəlib, sonra burada nə yerləşir? 3 yerləşir. Bu xətt tam olaraq 3-ün üzərində gəlib düşdüyünə görə 3-ün qüvvətində 3 yazacağıq. Daha sonra -3 deyil, ha, sadəcə 3 yazırıq. 2 və 5-ci. Baxın 5. Deməli, hara gedir çıxır? 8-ə tam olaraq yerləşir. 508. 11 isə tam olaraq gedir, düşür 12 ilə 13-ün arası 13 tam olaraq 13-ə düşür. İndi bizdə bu ifadə verilmişdir. Bizdən soruşur ki, bu ifadə təbii ki, bunu bir-birinə vurub asmaq mümkün deyil. Yəni, böyük cavab alacağıq. Amma soruşur ki, bizdə 405 və 495-ə bölünürmü? Uşaqlar, bunu bilmək üçün 405-i də sadə vurğulara ayırın. 495-i də sadə vurğulara ayırın. Onda əgər sadə vurğular üst-üstə düşən hansı olacaqsa, cavabımız o çıxacaq. 5-ə böləndə nə alınır? 40-ın içərisində 5 8 dəfədir və 5 düşəndə də 5-in içərisində 5 1 dəfədir. Eləyir 81. 81 3-ə tam olaraq bölünür. 27. 3'e bölünür. Deməli 9, 3'e bölünür. 3, 3. Tamam, bunu ayırdıq. Sonra isə bilirəm ki, 5'ə bölmə əlamətindən istifadə olunacaq. Gəlin 49-un içərisində 5 neçə dəfə yerləşir. Hardasa 9 dəfə yerləşəndə 45 çıxanda 4 qalır və yanındakı 5 gələndə eləyir 99. Deməli 5-ə böləndə 99, 99 3-ə böləndə 33, yenə 3-ə bölərəm. Eləyər 11, 11 və tamamilə sadə vurğulara ayırdım. İndi gəlib baxıram. 3 var, 5 var, 11 var. Baxın. Tam şəkildə bölünməsi üçün deyir ki, A ədədi 405 və 495 ədədlərindən hansına qalıqsız bölünür? Uşaqlar, gəlin bunu 405-i standart formada yazaq. 5-dən neçə dənədir? 1 dənə. 3-dən neçə dənə? 1, 2, 3, 4 dənə. 3 üstü 4 budur. 495 isə 5-dən 1 dənədir, 3-dən 2 dənədir və 11-dən də 1 dənədir. Təbii ki, hər bir müxtəlif vurğular var. Burada müxtəlif sadə vurğular 3, 5, 11. Hər biri digər 5, 3, 11. Digər qiymətlərdə 495-in içərisində var. Burada 11 yoxdur. Ona görə də bu ifadə tam olaraq bölünmür. Amma içərisində 5, 3, 11 varsa, deməli bu ifadəyə tam olaraq bölünəcək. Onda cavabımız çıxır 495 təbii ki, cavabımız. İndi isə keçirəm 77-ci məsələyə. 77-ci məsələdə ölçüləri 48 metr və 64 metr olan düzbucaqlı şəklində kiçik parkın ətrafında onun sərhədləri boyunca bir-birindən bərabər məsafələrdə. Gəlin düzbucaqlı formasında həmin sərhədləri qeyd edək. Və deyir ki, küncdən başlayaraq artıq işıq dirəkləri çəkilmişdir. Uşaqlar, bir işıq dirəyinin qiyməti 40 manatdır. Bir işıq dirəyi 40 manatdır. Ölçüləri 48 və 64 metr olan. Az sərfiyyat olsun, amma yolumuz işıqlı olsun. Az sərfiyyat olub yol işıqlı olması üçün bunlar deməli arasında məsafələri böyük qoyaram ki, baxın biri burada, biri burada, biri burada və paralel şəkildə. Məsafələri geniş qoyaram ki, həm yolum işıqlı olsun, düz ortalıqda biraz qaranlıqlar çöküləcək, amma yenə də işıqlı yol olacaq. Çünki bir də var belə ola bilər. Baxın, məsafələri yaxın-yaxın. Artıq buna çox işıq sərfiyyat olunacaq, çox dirək istifadə olunacaq və bizim də çox pulumuz çıxacaq. Ona görə də bizim istifadə edəcəyimiz variant birinci variantdır. Birinci üsuldan istifadə edəcəyik. Birinci üsulda isə yoxlamaq lazımdır ki, bu dirəklər arasında ən böyük məsafə nə qədər olmalıdır? Ən böyük, yəni maksimum nə qədər bir-birindən uzaqda tuta bilərəm ki, dirəklərin sayı azalsın. Ona görə ən böyük məsafəni tapmaq üçün əbobdan istifadə olunur. Gəlin görək, 48 ilə 64 metr bizə verib. Görək əbob bizdə nə alınır? 48-i sadə vurğulara ayırdığımız zaman 2-yə 24,
2-yə 12, 2-yə 6, 2-yə 3, 3. Digər variantda 64-ü 2-yə böldüyümüz zaman 36, daha doğrusu 32, 2-yə böləndə 16, 2-yə böləndə 8, 2-yə böləndə 2, 2, 4, 2, 2. Tamam. Ayırdıq. Əbovda nə edirdi? Təbii ki, oxşarları qeyd edirdi. 2 oxşardır, 2-lər eynidir, 2-lər eynidir. Daha sonra bir dənə də 2 var və onlardan birini yazırdıq. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2. 4 dənə 2. Baxın, buradan götürdüm, yazdım. Tamam. Bu bizə verir 16. Bizə 16-nı verdi və deyir ki, hər birinin qiyməti 40 manatdır. Tamam, mən tapdım ki, 16 metr məsafə olsa, maksimum, məsələn, tutalım ki, bu dirəklərin arasındakı məsafəni mən 20 metr götürsəm, artıq ortalıqda qaranlıq olacaq. Amma e, deməli 16 metr tam yerinə düşür də, çünki heç bir qaranlıq baş vermir. Metr arasındakı məsafəni tapandan sonra orada neçə dənə dirək var, onu tapmaq lazımdır. Bunu tapmaq üçün ümumi bu sahənin, düzbucaqlı sahənin uzunluğunu bölməlisiniz. Buradakı bir məsafəyə tapmalısınız ki, görək bir dirək üçün iki dirək arasındakı məsafəyə böldükdə görək neçə dənə dirək sayı çıxır. Elə bil ki, bir dirək bu məsafəni tutur. Yəni siz bu balaca məsafəni, ümumi məsafəni balaca məsafəyə bölsəniz, bir dənə dirəyi tapmış olacaqsınız. Gəlin görək neçə dənə dirək var. Bir dirək bərabərdir. Ümumi uzunluq deyəndə, ümumi uzunluq perimetr nəzərdə tutulur. Yəni bu düzbucaqlının ümumi perimetrini tapmaq lazımdır. Bizə də düzbucaqlının deməli ölçüləri və eni verilmiş düzbucaqlıdır. Təbii ki, en 48 olar, uzunluq isə 64 olar da normal şəklə görə. Perimetr necə tapılırdı düzbucaqlının? P bərabər idi 2A plus B düsturu ilə hesablanırdı. Və dedim ki, bir dənə bu həmin arasındakı məsafəyə bölüb bir dirək tapmaq olar. Bərabərdir. P bərabərdir 2 vurulsun 48 üstə gələnsin 64 bölünsün 16. Bu da bizdə nə verir? Uşaqlar 2 ilə 16 zaten bir-biri ilə burada geçsə 8 qalar yerdə. 48-in də üstünə 64 gələndə səhv eləmirəmsə 112 alacağıq. 2, bəli 112. 112 bölünsün 8. 112-ni də gəlin 8-ə bölsəm, bir dəfə düşür içərisində, 32 də 4 dəfə düşür. Yəni bu deməkdir ki, 14 dirək var imiş. 14 dənə dirəyimiz var imiş bizimki. Bizdən soruşur ki, bu dirəklərin alınması ən az neçə manat xərclənir? Biz ən az 14 dənə dirəkdən istifadə edə bilərik. Yəni 13 dənə dirək olsa artıq qaranlıq düşmüş məsafə olacaq. 14 dənə dirəyin qiymətini soruşur. Bir dirək neçəyə idi? Bir dirək 40 manat idi. Bəs 14-ü neçə olar? X manat desəm, tənasübə görə 1 vurulsun x bərabərdir, 14 vurulsun 40-a. Buradan da x-imiz nəyə bərabər olacaq? 4 4-üm 16 bir yatı 4 bölünür 56 da 0. 560. 79-cu sualda A və B ədədləri sadə vurğulara ayrılışı vermişdir. Uşaqlar, bu sual çox maraqlı sualdır. Buraxılış sualından düşür. Yəni, çox qarşımıza çıxır bu suallar. 11 üssü 5, B bərabərdir. 2 üssü N, 3 üssü 4, 5 üssü K şəklində verilmişdir. Bizdə bu AB-nin qiyməti, gəlin birbaşa yerinə qoyaq. 3 üssü M, 2 üssü 7, 5 üssü 4, 11 üssü 5. B-nin qiyməti də 2 üssü N, 3 üssü 4, 5 üssü K-dır. Deməli, əbobun qiyməti bərabər olub 2 üssü 3, 3 üssü 2, 5 üssü 3-ə. Bizdən n vurulsun, K-nın qiymətini soruşur. İndi uşaqlar, baxmaq lazımdır ki, ortaqları hansıları çıxarda bilərik müntəzənin xaricinə. Buradan 5 üssü 3 çıxıb. Deməli, kənara bu iki vurğun içərisində ortaq vuruq götürəndə 5 üssü 3 ortaq vuruq olaraq çıxmışdı. Gəlin 5 üssü 3-ü burada parçalayaq. 5 üssü 4, 5 üssü 3 vurulsun, 5 üssü 1 deməkdir. Çünki demişdim ki, əsaslar eyni olanda qüvvətlər toplanır 5 üssü 4 eləyir. Əgər sən 5 üssü 3-ü ayırmaq istəyirsənsə ondan, məsələn 6 ədədi, düzdür?
6-dan tam 2-ni ayırmaq istəyəndə 3 vurulsun 2 kimi yazırsan ki, 2-ni oradan götürə biləsən də. 5/4-də həmin qayda ilə 5/3-ünü ayırırsan və 5/1 yazırsan. 5/3-ü ayırmaq istəyirsən oradan. Tamam, 5/3 kənara çıxdısa əgərləri, burada qalacaq 5/1. Və burada da artıq əbobda 1 alması üçün məcburdur ki, 500K-da elə 503 olsun. Yəni K-nın qiyməti buradan artıq 3 çıxır. Çünki nəyə görə? Yenə də deyirəm, biz mötərizənin xaricini ortaqları çıxardırdıq da. Bu da ortaq olması üçün K məcburdur 3 olsun. Tamam, bu aydın. Sonra 3 üstü 2. 3 üstü 2-ni ortaq kimi çıxardıq. Deməli, burada da 3 üstü 2 olmalıdır. 3 üstü 2 vursun 3 üstü 2 kimi yazsa. Bunun 3 üstü 2-sini götürürəm və bunu da tam şəkildə götürməliyəm ki, 2 dənə tərəfdə 3 olmasın. Çünki olsa əbobumuz tapılmayacaq. Qarşılıqlı sədə də olmayacaq. Hər tərəfdə 3 olsa necə ola bilər? 3 üstü 2, bunu da tam çıxartmaq istəmişəmsə çölə, bax. Bu da məcbur olmalıdır 2. Çünki tam kənara hər ikisini çıxartmaq istəyirəm. 3/2 sağ tərəfdən çıxıbsa, yəni burada nə dayanıbsa, qüvvətlər də həmin cavablar olacaq. İndi 2 üstündə də 3 çıxıb da, onda deyə bilərikmi buradakı n nə imiş? N də 3 imiş. Gətirib qoyaram yerinə. Nə alınar? M-in qiymətini nə tapdım mən? 3-ün üstündə 2. 2 vurulsun. Sonra 2-nin üstündə 3, n-in qiymətini nə tapdım? 3. Sonra 5-in üstündə də nə var idi? 3. Bərabərdir. 2-ni 3-ə vuranda 6, 6 3-ü neçə eləyir? 18. Döşəməsi kvadrat formasında olan otağın döşəməsinin tərəflərinin uzunluğu ən az neçə metr olmalıdır ki, onun ölçüləri 45 və 54 sm olan düzbucaqlı formasında kafillərdən etkisiz istifadə etməklə tam örtmək mümkün olsun. İndi yenə də burada uşaqlar ən azından söhbət gedir. Ən az sözün artıq burada öz dili ilə deyir ki, ən az neçə metr. Ən az neçə metr və ölçülərdən danışırsa, birinci yadımızda saxlayaq ki, burada yuxarıda da həmin qaydadan vermişdi də, düzdürmü? Bəli. Yuxarıda da həmin qaydadan verir. Deməli, nə edirik? Ən az, ən kiçik məsafə deyəndə əşob tapılır. Bunu yadımıza saxlayaq. 45 ilə 54-də əşob tapıram. 45-i parçalayanda 5 dəfə 9-a 3, 3. 54-ü isə 3-ə böləndə 18, 3-ə böləndə 9, 3-ə böləndə 3. Tamam. Çokda nə edirdik? Böyük cavab olduğu kimi yazırdıq. Sonra oxşarları çıxırdıq. Tamam, çıxdıq. Yerdə 5 qaldı və 5-i də əlavə eləyirdik. Bu da bizdə eləyir 270. Deməli 270 santimetr. 270 santimetr və santimetrimizdə 270 santimetrdə 1 santimetrimiz 0,1 metrdir. Onda 270 santimetrdə metrə çevirmək üçün 270-i vuracam 0,1-ə. Bu da bizdə eləyəcək 2,7 metr. Mən tapdım ki, 2,7 metrə bərabər imiş ki, deməli tam ölçü çəkmək mümkün olsun. 83-də bizdə A və B ədədləri yenə də eyni qayda ilə uşaqlar olacaq. Burada artıq əçobu verib. Yəni ən böyüyünü götürəcəksiniz. Əçob olaraq kənara çıxıb. Bax 3 üstü 5 kənara çıxıbsa, 3 üstü 5. Tutam ki 3 üstü 5-i kənara çıxartdım. Çünki verib də 3 üstü 5-i. Hasil olaraq içəridə bir 3 də qalmalıdır. Onda hasil 3 üstü 5 kənara çıxıb, hasil olaraq içəridə bir 3 üstü 1 varsa, onda ümumi qiymət 3 üstü 6 imiş. Yəni, indi diqqətli olaq. 3 üstü 6 olduğuna görə deyirəm ha bu sözü. 3 üstü 5 ortaq olaraq kənara çıxıbsa, 3 üstü 1 içəridə qalmalıdır ki, axırda qarşılıqlı sadə ədədlərin əçobu hasil şəklində yazılır da. Düzdürmü? 3 üstü 5 kənara çıxıbsa, içəridə də 3 qalıbsa, vurulsun 3 olacaq. Əçob açılan zaman qarşılıqlı sadədə. Bu deyiləcək 3 üstü 6. Deməli, nə etməliyik biz? Bizdən nə soruşur? K-nın qiymətini soruşur. İçəridə qalmış variantda K-nın qiymətini bir vahid böyük götürəcəksiniz. Yəni, burada olan variantı K-nı götürəcəksiniz. K 6. Sonra 7 üstündə 7 çıxıb. 7 üstü 5 var.
705-i tutalım ki, çıxartmışam mötərizənin xaricinə və burada m-in qiyməti nə qalmalı idi? 700-ü, m də 7 olmalı idi. N-in qiyməti 13 uyğun olaraq deməli nə çıxır uşaqlar? 13-ü çıxarsam birbaşa kənara, n-in qiyməti 4 çıxır. Çünki ayrı 13 yoxdur. 11 də görürsünüz 4-dür və p-dir. P-də çıxır nə? 6 olmalıymış ki, 11 üstündə 4-ü kənara çıxardanda 11 üstündə 2 içəridə qalsın. İndi bunların cəmini bizdən soruşur. 6 plus 6 plus 7 plus 4. Bu da eləyir 10'un da üstünə 13, 23. Burada gəlirəm 85-ci məsələyə. Yenə də eyni qaydadan istifadə olunmuşdur. Ölçüləri 75 metr, 90 metr və 90 metr olan üçbucaq şəklində bağın ətrafında onun sərhədləri boyunca künc nöqtələrinə baş verə bir-birinə bərabər məsafədə olmaqla ağaclar əkilib. Bayaqkı məsələlər kimi dirəklər necə əkilmişdi? Ağaclar da o qaydada əkilməlidir. Ən az neçə ağac bizdən soruşursa, deməli ən az variantı seçməliyik. Yəni ağac ən az olması üçün onlar arasındakı məsafə nə qədər olmalı idi? Ən çox. Bayaqkı məsələ ilə fərqi nədir? Baxın, burada ölçülərdən danışır, amma neçə dənə ağac olduğunu soruşur. Bayaqkı məsələdə nəyə görə mən əkop yazdım? Çünki orada formalı deməli döşəmənin uzunluğundan danışırdı və yenə də kafeldən, döşəmədən olan variantlardan danışırdı. Çünki deyirdi ən az neçə metr. Yenə də metr söhbətindən istifadə olunmuşdu. Amma burada metr söhbətindən istifadə olunmuyor. Neçə ədəd söhbətindən istifadə olunur. Yenə də neçə metr desəydi burada, metr 2 metrdə, yəni eyni ölçü vahidindən olsaydı, onda ən az deyəndə nə əkop götürəcəydiniz, ən çox deyəndə bob götürəcəydiniz. Diqqətli olun, yeni deyirəm. Bu 81-ci məsələdə, halbuki bu yenə də 80-ci məsələdə də olsun. Deyir ki, ən az neçə metr. Baxın, məsələnin sözlərində metrlə, santimetrlə verib. Eyni ölçü vahidlərdə sualı da metrlə soruşur. Buna görə uyğun sözünə görə yazacaqsınız. Ən az deyirsə əkub yazacaqsınız, ən çox deyirsə əbob yazacaqsınız. Amma bu 84-cü məsələdə, 85-ci məsələdə görürsünüz metrlərlə verib. Amma deyir neçə ədəd? Ədədlə metr eyni ölçü vahidi deyil. Ona görə də ən az soruşduğuna görə siz ən çoxu götürəsiniz. Ən çox. Yəni əbob. Ən çox əbob. Bunu yadımızda saxlayırıq. Eyni ölçü vahidi, mütləq şəkildə ölçü vahidi bizim köməyimizə çatacaq, əgər məsələləri həll edə bilmiriksə. Tamam. İndi bizdə 85-ci sualda metrlərlə verilir və ədəd soruşur. Ən az deyirsə artıq əboba keçirəm. Əbob 75, 90 və 90. Yadınızda saxlayın. 3 dənə ifadənin əbobunu tapmaq istəyirsinizsə, ilk ikisini tapın. Yəni əbob 75 ilə 90-ı birinci tapaq. Deməli 75-i 5-ə böləndə 15, 5-ə böləndə 3, 3. 90-ı 2-yə böləndə 45, 3-ə böləndə 15, 3-ə böləndə 5, 5. Bərabərdir. Əbobda nə olurdu? Oxşarlar götürülürdü. Deməli, 5-lər oxşardı, 3-lər oxşardı. Nə yazırıq? 3 vurulsun 5 yazıram. 3 5-im eləyir 15. Tamam. İndi 15 ilə 90-ın əbobu tapılmalı. Çünki burada 90 qalıb axı. Əbob ikisinin yerinə 15 yazıram. Digəri isə 90. 90 15-ə tam şəkildə bölünür. Onda əbobda cavab nə olacaqsa kiçik variant götür. 90 15-ə 6 dəfə bölünür. Əbobumuz çıxdı 15. İndi bizdən nəyə soruşurdu? Deyirdi ki, bax yenə də neçə ədəd ağac, bayaq da demişdim, neçə dənə ədəd olduğunu bilmək istəyirsinizsə, ümumi uzunluğu bölməlisiniz tapdığınız metrli olan məsafəyə. İndi neçə eləyir? 15 metr. Ümumi uzunluğu böləcəksiniz həmin aradakı məsafəyə. Perimetr, üçbucağın perimetri nədir? Bütün tərəflərinin cəmidir də, düzdür? Yəni, orada neçə dənə tərəf var? 75, 90 və 90. Böləcəksiniz 15-ə. Bərabərdir neçə eləyir? 180-in üstünə 75 gələndə 225, 255. 255-i böləndə 15-ə. Hər biri 5-ə bölünür. Deməli, 25-i 5-ə böləndə 51 eləyir. 15-i 5-ə böləndə 3 eləyir. 51 də 3-ə tam şəkildə bölünür. Yerdə qalır 17.
Deməli, 17 ədəd bizə ağac lazım imiş. 87-ci məsələyə baxırıq. Birinci ustadan başlayıram. Deməli, yazıram. Bir günə, bir günə 3 dənə. Onun köməkçisi isə 2 stul hazırlaya bilir. Deməli, onun köməkçisi bu olsun usta. Buna deyir 3 stol. Stul. Və köməkçisi bir günə nə qədər hazırlaya bilir? 300 stul. Bu köməkçi. Tamam, bunu da yazdım. Baxın, deyir ki, onlar başqa iş görmədən bir neçə günə, nə bilim ki, neçə gündür. Onda x gün. X gün. Bir günə 3 stol hazırlayırsa, usta, x günə də 3 vurulsun, x stol hazırlayar da. Çünki bir günə 3 vurulsun, 1 stol hazırlayır. X günə də 1 vurulsun, 2 stol hazırlayır. Bu olsun usta. Köməkçi nə qədər olacaq? X günə neçə stol hazırlayır? 2 vurulsun, x sayda. İndi deyir ki, cəmi 60. Cəmi 60 nədir? Bunları cəmləyib 60-a bərabərləşdirmək. 3x plus 2x bərabərdir 60. 5x bərabərdir 60. X-imiz çıxır 12. Deməli 12 gün imiş. Bizdən də soruşur ki, bu stollardan neçəsini ustanın köməkçisi hazırlamışdır. Tamam. Mən tapdım ki, 12 günə ümumi şəkildə hazırlayıbdır. Gəlin baxaq görək. Ustanın köməkçisi, baxın köməkçi budur. Köməkçisi deyir ki, yəni 12 gündən neçə dənə stol hazırlayar. Neçəsini ustanın köməkçisi hazırladı. 12-ni də vuracaqsınız 2-yə, çünki 2x idi. Verəcək 24 dənə. 89-cu məsələdə yadımıza saxlayırıq. Əkobda, əbobda faktorial anlayışında belə bir qayda var ki, gəlin birinci yoxlayaq, sonra ümumi şəkildə deyək. Məsələn, tutalım ki, bizdə məsələnin şərtinə baxın, A B-dən kiçikdir. A B-dən kiçikdir. A-ya deyək 4, B-yə deyək 5. Gəlin yoxlayaq. Əkub 4 faktorial və 5 faktorialı hesablayıram. Faktorial o deməkdir ki, məsələn, 2 faktorial 1 vurulsun 2 deməkdir. 3 faktorial 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 3-ə bu qədər. İndi mən 4 faktorialı 1 vurulsun, 2 vurulsun, 3 vurulsun 4. 5 faktorial isə 1 vurulsun, 2 vurulsun, 3 vurulsun, 4 vurulsun 5 deməkdir. Tamam. Onda 5 faktorialı bura qədər baxsam görərəm ki, həmin ifadə 4 faktorialın qiymətidir. Gətirib 4 faktorialın qiymətini yerinə qoyuram, əlavə vurulsun 5 qalar. İndi deməli 4 faktorial vurulsun 5 cavabı çıxır. Onda bunu 1 vurulsun bu 4 faktorialdır. Ortaqları nədir? 4 faktorial. Çıxardıram 4 faktorialı kənara. Yerdə qalır əkov 1 ilə 5. Düzdürmü? 4 faktorial vurulsun 5 qalmamışdı. 1 ilə 5 qalır. Və bunlar qarşılıqlı sadə ədədlərdir. Cavabımız çıxır 4 faktorial vurulsun 5. Bu da bizdə nəyin cavabını verir? Baxın, 4 faktorialı 5-ə vuranda nə verdi? 5 faktorial. İndi ümumən yadımızda saxlayırıq ki, əkobda əgər böyük B A-dan böyükdürsə, onda əkobda cavab böyük cavab çıxır. Baxın, düstur olaraq yadımızda saxlayırıq. Əkov A faktorial, B faktorial əgər ki, A B-dən kiçikdirsə, onda cavab B faktorial çıxır. Əbobda isə A faktorial, B faktorial veribsə, cavab olur A faktorialına çıxır. Yəni, eyni qayda ilə əkobda böyüyü çıxırdı, əbobda da kiçiyi çıxacaq. Bizdə deyir ki, A faktorialla 89-cu misalda B faktorialların cəmi vermişdir. A B-dən kiçikdir. Onda əkobdan nə çıxacaq? Ən böyük B faktorial plus əbobdan nə çıxacaq? A faktorial bərabərdir 7-yə. İndi biz bura elə bir qiymətlər qoymalıyıq ki, 7-ni ödəsin. Özümüzdən qiymətlər qoymağa məcburuq. Çünki tutalım ki, 3 faktorial olsa, 2 faktorial olsa, 2 faktorial nə deməkdir? Baxın, burada yazmışam. 1 vurulsun 2 deməkdir. Yəni 2 çıxır. 3 faktorial nə deməkdir? 6. Uşaqlar, elə bir qiymət götürməliyik ki, cəmi 7-ni bizə versin. Əgər birini 3 faktorial götürsək, məcbur birini ki, 1 faktorial götürək. Çünki 1-ə bərabərdir və 6 ilə 1-i toplayanda 7 eləyəcək. Əgər birini 2 faktorial götürsək, digərini gərək nə götürək? Heç də götürə bilməyəcək. Çünki hasili 5-ə bərabər olan ardıcıl ədəd yoxdur. 1-i 2-yə vuranda 2 eləyir, 2-ni də çarpanda 6 eləyir.
Artıq 5-ə yoxdur. Ona görə bu variant bizdə ödəmir. Məcbur qalıram ki, A-ya deyirəm 1 faktorial, B-yə də deyirəm 3 faktorial. Deməli, A-nın qiyməti 1-dir, B-nin də qiymətin 3 dedim. Cəmləyəndə nə çıxır? 4. 91-ci sualda bizə EBOB-un 1-ə bərabər olduğunu deyir. Onda deməli A plus B-nin A minus B necə ədədlərdir? Bir-birinə qarşılıqlı sadə ədədlərdir. Diqqətlə fikir verin, belə bir bərabərlik verilibdir. Bu bərabərliyi yazaq. İlk öncə orada fikir verirsiniz 20 ilə 28. Deməli burada ixtisar var. Hər biri 2-yə bölünə bilir. Burada hər birini 2 vurulsun 10 budur, 2 vurulsun 14 budur. 2-lər bir-biri ilə gedər, qalar 10 bölünsün 14. Yenə də 2-yə bölünür. 5 vurulsun 2 budur, 7 vurulsun 2 budur. Baxın 2-lər var, 2-lər getdilər, qaldı 5 bölünsün 7-yə. Deməli, A minus B-nin yerində nə dayanıb? 5. A plus B-nin yerində nə dayanıb? 7. Bunu sistem tənlik kimi həll edəndə, toplayanda B-lər bir-biri ilə əks işarəli gedirlər. Qalır 2A bərabərdir. 5-in də üstünə 7 gələndə eləyir 12. A-nın da qiyməti buradan çıxır ki, 6 imiş. A-nın qiyməti 6-dırsa, gətirib burada qoyuram yerinə. 6-dan B çıxanda 5-ə bərabər olur. Onda B nədir? 6 minus 5, yəni 1 imiş B. A-nın B-nin qiymətini tapdıq. Bizdən əkub A-B-ni tapın soruşurdu. Uşaqlar, əkub 1 ilə 6, 6 ilə 1 nə deməkdir? Bir-birinə qarşılıqlı sadədir. Ona görə hansına bərabərdir? Yəni cavabımız eləyir 6. Uşaqlar, 93-cü məsələyə baxırıq. 93-cü məsələdə uzunluqdan danışır. Görəm eyni midir? Bax, ən çox məsafə soruşur. Məsafə də metrlə eyni deməli ölçü vahidinə bərabərdir. Yəni məsafəni də metrlə tapmalıyıq biz. Ona görə ən çox sözünə uyğun cavab götürülməlidir. Yəni əbov tapılmalıdır. Əbov tapıram 54 ilə 42-ni. Gəlin 54-ü ayıranda nə qalır yerdən? 27 mi qalır? 27 qalır. 3-ə böləndə 9, 3-ə böləndə 3. Bəs 42-ni böləndə nə qalır? 2-yə böləndə 21, 3-ə böləndə 7, 7. Tamam. Əbobda nə edirdi? Oxşarları seçirdik və cavab olaraq yazırdıq. 2, 3, 6. Tamam. Əbobu tapdıq 6. Və bizdən deyirdi dirəklərin məsafəsini soruşurdu və bu zaman neçə dirək lazımdır? Artıq burada deyir ki, neçə dirək. Neçə dirəki tapmaq üçün isə demişdim ki, uzunluğu bölün tapdığınız məsafəyə, əbob hansı ki 54 ilə 42-yə bölən zaman tapacaqsınız bir dənə, neçə dənə dirək var orada, onu tapacaqsınız. Deməli, perimetr nədir? Düzbucaqlı deyir. Düzbucaqlının perimetri nəyə bərabərdir? 42 n-dir, uzunluq 54-dür. Burada 42-dir, burada 54-dür. Toplayanda neçə eləyir? 2 dənədir də hərəsindən 42 plus 54 yazıram. Bərabərdir. 6 bu, 9-u. 96-nı da 2-yə vurduğum zaman 2, 192. 192 yuxarıda qaldı. Aşağıda da almışam 6. İndi 192-ni 6-ya böldüyüm zaman nə qalır yerdə? 3 dəfə 18, 12 də 2 dəfə qalır 32. Yəni 32 dənə deməli mütləq şəkildə dirək lazımdır bizə. 95-ci sualda Anar və Rəşadın kitablar aldılar. Anar aldığı kitablara 108 manat verdi. Rəşad isə bundan 24 manat az pul verib. Və bizdən soruşur ki, ən çox neçə manat ola bilər bir ədəd kitabın qiyməti? Bir ədəd kitabdan danışır. Təbii ki, nə etmək lazımdır burada? Ən çoxu soruşduğuna görə, yəni də kitabların sayı manatlarla olduğuna görə uyğun şəkildə həll eləyəcəyik. Çünki eyni ölçü vahididirsə manatdır, manatdır və neçə manat ola bilər soruşduğuna görə ən çoxu nə götürürük? EBOB. Əgər neçə ədəd kitab desəydik, çox götürəcəkdik. 108 ilə 24. Yenə də 108-i ayırıram. Burada neçə eləyir? 2 dəfə 54. Sonra 54-ü 3-ə bölərəm. 18 eləyər. 3-ə bölərəm. 6 eləyər. 2-yə bölərəm. 3, 3. 24-ü 2-yə bölərəm. 12-ni 2-yə bölərəm. 6-nı da 2-yə bölərəm. 3-ü 3-ə bölərəm. Bu variantlar bizdə düzgün gəldi. Ortaqları seçərəm. 3-ləri seçirəm. Tamam. Nə elədi? 2 vurulsun, 2 vurulsun, 3. Yəni 4 üzüm 12.
Mənim əbobum çıxdı 12. Bir ədəd kitabın ki, nə qədər ola bilər? Məsələn üçün, 12 ədəd kitabın ki, X manat verib 12 ədəd kitabın üçün 108 dənə anar alıb. 12 ədəd kitabdan X manata 108 dənə anar alıb. Digər tərəfdən isə 12 ədəd kitabdan Y manat verib 24 dənə 24 manatlıq kitab alıb hər biri. Ayrı-ayrılıqda anar üçün və Rəşad üçün yoxlayırıq. Deməli, anar 12 dənə kitabı neçə manatsa verib 108 manat ümumi pul tutub. Rəşad da 12 dənə kitaba Y manat verib 24 manat pul tutub. Gəl tapaq görək. Neçə manat verib bu 12 dənə kitabı almaq üçün? 108-i 12-yə böləndə çıxır 9. 12 buradan da y n bərabərdir. 24-ü də 12-yə böləndə çıxır 2 dənə. Yəni bir kitab üçün 9 manat verib, bir ədəd kitaba. Anar 9 manat verib, bir ədəd kitaba Rəşad isə 2 manat pul verib. Və bizə nəyi soruşurdu? Anar və Rəşad hərəyə neçə kitab almış olar? Hərəyə neçə dənə kitab aldılar? 12 aldılar və manatlarını da tapdıq ki, biri 9 manatdan alıb, biri də 22 manat, 2 manatdan daha doğrusu alıbdır. 97-ci məsələdə traktor verib, ön və arxa tərəfdən radiuslarını vermişdir. Sonra radius verilib, çevrə verilib. Bir sözdə nə etmək lazımdır? Təbii ki, uzunluğunu tapmaq lazımdır. Uzunluq 2 pi r düsturu ilə hesablanır. Bizə pi-nin qiymətinə 3 verib. L bərabərdir. A çevrəsinə görə, A-nın uzunluğuna görə 2 vurulsun. Pi-nin qiyməti 3, R verib 2. Sonra B-yə görə isə neçə? L bərabərdir. 2 vurulsun, yəni pi-nin qiyməti dəyişmir. Radiusunu verib B-yə görə, baxın, bura 3-dür. 3 verib. Aha, bunları hesablayıram. 2 vurulsun 3 neçə edir? 6 kimi 12. Bu da 9 kimi 18. Deməli, birinci çevrənin uzunluğu, A-nın uzunluğu L bərabərdir 12-dir. İkinci çevrənin uzunluğu isə 18-dir. Yəni metrlərdə yanına yazaq. Tamam. Hər iki çevrənin uzunluğunu bildik. İndi bizdən soruşur ki, ən az neçə metr getdikdə. Baxın, çevrənin uzunluğu da metrləndir və bizdən sual kimi verir neçə metr ən az. Deməli, hər iki eyni ölçü vahidi olduğuna görə ən az deyəndə əkçop tapılır. Əkçopla 12 ilə 18-i tapırsınız, bərabərdir. 12-ni ayıranda 2, 6-nı 2 ayırır 300, 18-i ayıranda 2-yə 9, 300. Tamam, əkobda nə inirdi? Böyüyü yazırdıq və hansı ki, eyniləri ixtisar gedəndə 2 qaldı əlavə 12 tərəfdə və eləyir 36. 99-cu məsələdə uzunluğu 40 və eni olan düzbucağı formasında vərəqdən bərabər kvadratlar şəklində kəsilmişdir. Vərəqin hər hansı hissəsi artıq qalmasın, bu kvadratların tərəflərinin uzunluğu ən çox neçə ola bilər? Yaxşı, yenə də metrlə verib, tərəfin uzunluğu da təbii ki, metrlə hesablanır. Metr verib, santimetr verib və ona görə də nə edirik? Uyğun olaraq ən çox sözündən istifadə elədiyinə görə eyni ölçü vahidləri ən çox da əbobdan istifadə olunur. Və bizə 40 ilə 32 verib, görə 40 ilə 32-nin əbobu nədir? 40-a böləndə 2, 20-yə böləndə 2, 10-a böləndə 2, 5, 5. Tamam, 32-yə böləndə 2, 16-ya böləndə 2, 8-ə böləndə 2, 4-ə böləndə 2, 2-yə böləndə 2. Əbobda nə edirdik? Ortaqları seçirik. 2 var, 2 var, 2 var, 2 var. Və 5 yoxdur ki, xeyr. 2 vur, 2 vur, 2. Neçə eləyir? 8. Deməli, mənim əbobum çıxdı 8. Uzunluğu və eni verilmişdir. Və deyir ki, baxın, diqqətli olun. Uzunluqla en verilib və neçə dənə kvadrat kəsilib soruşur. Baxın, burada kiçik-kiçik kvadratlar var. Kiçik-kiçik kvadratları almaq istəyiriksə, mən ən kiçik variantda tapdım ki, ən az 8 dənə gedir. Onda uzunluğu 40 və eni 32 olana gəlin görək, uzunluq və en tərəfdən hər birindən neçə metr lazımdır? Ümumi 32-dir, biri də 8-dir. Onu birini tapmaq üçün 32-ni 8-ə bölərəm. Eninə görə məsafəsi neçə eləyər? 4 metr. Uzunluğuna görə neçə deməli məsafə qoyulub arasında? 40-ı bölərəm 8-ə, taparam ki, 5 metrdə həminkilərin arasında məsafə qoyub. Yəni bu tərəf olub
hər biri 5 metr, bu tərəfin olub hər biri 4 metr. İndi bizdən də nəyi soruşur da? Bu zaman neçə kvadrat alınacaq? Uşaqlar, ümumi kvadratların sayını tapmaq istəyiriksə, deməli onların sayını vururuq bir-birinə. Baxın, 4-ü vururam 5-ə, hansı ki 5 dənə burada ayrılıbdır, 4 dənə də 4, 4, 4 burada ayrılıbdır. 4-ü 5-ə vuranda eləyir 20 düzbucaqlıya görə. Düzbucaqlının ümumi neçə dənə kvadrat yerləşib? 20 dənə düzbucaqlının içərisində kvadrat var. Rəfdəki kitabları 4, 4, 5, 5 və 8, 8 dəstələyib bağlasalar. Aha, deməli, bizdə deyir ki, hər dəfə bir neçə ədəd kitab artıq qalır. Əgər kitabları 9, 9 dəstələyib, deməli, bağlasalar artıq kitab qalmaz. Ən azı neçə kitab var? Yenə də bizdən ən az sözünü soruşur və kitab sözünü soruşur. Yenə də verəndə kitabla verib eyni məna kəsb edir. Ona görə də ən az dediyinə görə ə-çox tapılır. Uşaqlar, bir dənə nəyi yadımızda saxlayaq? Demir ki, 4, 5 və 8 dəstələyəndə deyir 4, 4. Yəni 4 dənə burada, 4 dənə burada, 5 dənə burada, 5 dənə burada. Bu deməli 2-2 gözlərdən istifadə edib də, rəfin 2-2 gözlərindən. Ona görə həmin ifadə həmişə 2-yə vurulmuş variantla gedəcək. İndi isə ən azı deyir 4, 5, 8. Gəlin görək 4, 5, 8-dən ə-çox nə çıxır? Ə-çox 4 ilə 5-i tapanda 4 ilə 5 bir-birinə ardıcıldır. Deyirsiniz ki, 4 vurulsun 5, yəni 20. Amma ə-çox 20 ilə 8-i tapıram. 20 ilə 8-də ə-çox nə eləyir? Gəlin tapaq. 2-yə böləndə 10, 2-yə böləndə 5, 5 qalır. 8-i 2-yə böləndə 4, 2-yə böləndə 2, 2 burada qalır. Ə-çox necə tapılırdı? Böyük yazılırdı və əlavə olaraq kim qalırdısa 8-dən 2 bərabərdir 40-a. Mən ə-çobun qiymətini tapdım. Burada isə 2-yə vurmaq əməli var. 2 vurulsun 40. Elədir 80 dənəsi. Deməli, 4, 4, 5, 5, 8, 8 dəstələdiyimiz zaman 80 dənə tam şəkildə oturur. Amma deyir ki, bir ədəd kitab artıq qalır. Bir ədəd kitab artıq qalırsa, deməli 80 plus bir ədəd kitabı da hər dəfə nəzərə almalısan. Yəni, ümumi cavabımız eləyir 81.